Müəllimlər, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir can. Axşamınız xeyir müəllimlər. Gün elmə, Əsmər müəllimə, görüntü paylaşmışam, görürsünüz ekranı. Bəli, müəllimə gördüm. Lap yaxşı, lap yaxşı. Müəllimlər, bu axşamınız xeyir müəllim, axşamınız xeyir. Bugün axşamınız xeyir can, axşamınız xeyir olsun. Aha, müəllimlər, başlayaq dərsimizə. Yəqin ki, digər müəllimlər qoşular. Zəhmət olmasa mikrofonları bağlayaq. Başladı. Yaxşı, deməli biz dedik ki... Sual-cavab olacaq. Yox, Təranə müəllimə, yox can. Bugün də mövzu izah eləyəcəm. Sonra qalan vaxtları bir neçə dərs sual-cavab olasıdır. Axşamınız xeyir. Axşamınız xeyir can, axşamınız xeyir. Demək müəllimlər, biz dedik ki, heyvanlar aləmi iki yarım aləmə bölündü. Bir hüceyrəli heyvanlar və çox hüceyrəli heyvanlar. Və biz heyvanlar aləmini 23 tipə böldük. 23 tipə. Aləm olaraq, yəni bir arxeerasında bakteriyaları götürmüşdük, ilk yaranan aləm kimi. Arxeiden sonra gələn proterozoy erasında qeyd elədik ki, 3 aləm yarandı. Həm bitki, həm heyvan, həm göbələk. Yəni heyvanlar aləmi, aləm olaraq arxeiden sonra ən uzun davam edən era olan proterozoyda yarandı. Və keçən dəfə də qeyd etdim, bugün də deyirəm ki, heyvanlar aləminin 23 tipi var. Bu 23 tipin 5 dənəsi bir hüceyrəlilərə, qalan 18 dənəsi isə çox hüceyrəlilərə aiddir. Və bu 23 tipin 23-ünü də götürürdük proterozoy erasında. Deməli, heyvanlar aləmi iki yarım aləmə bölündü. Bir hüceyrəli, çox hüceyrəli, bir hüceyrəlilərə 5 tip, çox hüceyrəlilərə 18 tip. Bir hüceyrəlilərlə keçən dərs tanış olduq. Bugün keçirik çox hüceyrəli heyvanlar yarım aləminə, hansı ki 18 tip daxildir bura. Bunlara aiddir bağırsaq boşluqlar tipi, yastı qurtlar tipi, sap qurtlar tipi, həlqəvi qurtlar tipi, mollyuskalar tipi, buğum ayaqlılar tipi və xordallar tipi. Digər tiplərin hamısının adı çəkilmir, sadəcə olaraq ən çox hansı tiplər lazımdır bizə, o barədə məlumat verəcək və onların adını sadaladım. Xordallar tipi də daxil olmaqla hamısı yaranıb və digər adlarını çəkmədiyim bütün 18 tip, yəni 23 tipin hamısı yarandı proterozoy erasında. Xordallar tipindən isə yadımızda qalsın ki, xordallar tipinin özü kəlləsizlər, onurğasızlar və kəlləlilər, onurğalılara bölünür. Onlardan kəlləsizlər, onurğasızlar yarım tipinin nümayəndəsi olan neştərçə yaranıb. Yəni onurğalılar proterozoyda yox, ondan sonraki era paleozoyda, bax bu cür mezozoyda yaranmağa başlayıb. Eyni zamanda çox hüceyrəli adlandırılmasının səbəbi odur ki, aydın məsələdə adı üstündə bir hüceyrəlilərdən fərqli olaraq bu orqanizmlərdə artıq hüceyrələrin sayı artmışdı, çoxalmışdı. Və çox hüceyrəli heyvanların ən qədim tipi deyəndə lövhə şəkilliləri götürəcəyik. Yəni bağırsaq boşluqları yox, lövhə şəkillilər tipi götürəcəyik. Bu isə 10-cu sinifdə çox hüceyrəliliyə doğru gedən yol mövzusunda var. Çox hüceyrəli heyvanların ən qədim tipi lövhə şəkillilər, daha sonra süngərlər və bağırsaq boşluqlular. Və bağırsaq boşluqları da deyəcək ki, çox hüceyrəli heyvanların primitiv forması, ibtidai formasıdır. Yəni nəyə görə ibtidai formadır? Çünki biz indi birazdan onların quruluşu ilə tanış olanda görəcəksiniz, düzdür. Onlarda hüceyrələrin sayı çoxdur. Hüceyrə ixtisaslaşması yaranıb. İlk dəfə hüceyrələrin ixtisaslaşması bunlarda yaranıb. Lakin bunlarda toxuma orqan strukturu yoxdur. Yəni biz bağırsaq boşluqlarda deyə bilmərik, quruluşu, mənşəyi, yerinə yetirdiyi funksiyası eyni olan hüceyrələr yığıldı, toxuma yaratdı. Xeyr, heç bir 4 qrup toxumanın heç biri bunlarda yoxdur. Sadəcə olaraq bunlarda hüceyrə ixtisaslaşması olub ilk dəfə və çox hüceyrəlilik. Ona görə də deyirik ki,
Çoxhüceyrəli heyvanların primitiv formasıdır bağırsaq boşluqlar. Toxuma orqan strukturu yoxdur. Deməli, toxuma orqan strukturu yoxdursa, bunları biz 9-cu sinifdə keçmişdik, səviyyələr yadımızdadır. Molekulyar hüceyrə atom səviyyəsi, molekulyar səviyyə, hüceyrə səviyyəsi, toxuma orqan səviyyəsi, növ populyasiya səviyyəsi, biogesenoz və biosfer səviyyəsi. Bağırsaq boşluqları biz toxuma orqan səviyyəsində öyrənə bilmərik. Çünki onlarda toxuma orqan yoxdur. Bundan başqa, deməli, sitologiyada biz hüceyrə nəzəriyyəsini keçmişdik, Şivanın yaratdığı nəzəriyyə, onun 4 müddəasını qeyd etmişdik və 4-cü, sonuncu müddəada deyilirdi ki, çoxhüceyrəli heyvanlarda hüceyrələr yığılaraq toxumalar isə orqan və orqanlar sisteminə əmələ gətirmişdir ki, bu da sinir və humoral yolla tənzim olunur. Məhz sual olunsa ki, hüceyrə nəzəriyyəsinin 4-cü müddəasını bağırsaq boşluqlara aid etmək olarmı? Xeyr. Çünki onlarda toxuma orqan strukturu olmadığına görə 4-cü müddəanı biz bağırsaq boşluqlara aid edə bilmərik. Bağırsaq boşluqlardan sonra gələn heyvanlara isə aid edə bilərik. Məsəl üçün, yastı qurtlar tipində ilk dəfə toxuma orqan strukturu heyvanlar aləmində ilk dəfə yastı qurtlar tipində əmələ gəlib və orqanlar sistemi də onlarda əmələ gəlib. Lakin bağırsaq boşluqlarda heç bir toxuma yoxdur. Toxuma olmadığına görə orqan da yoxdur. Buna görə də onları toxuma orqan səviyyəsində öyrənə bilmərik. Toxuma orqan səviyyəsində bağırsaq boşluqları öyrənə bilmərik və hüceyrə nəzəriyyəsinin 4-cü müddəası onlara aid deyil. Bütün tiplərdə olduğu kimi bağırsaq boşluqlar tipi də yarandı Proterozoy erasında və sual olunsa ki, bağırsaq boşluqlar tipinin meydana gəlməsi ilə hansı yeniliklər meydana gəldi? Yəni, onlarda olan hansı xüsusiyyətləri biz ilklər kimi qəbul edə bilərik? Yəni, ilk dəfə məhz bu bağırsaq boşluqlarda əmələ gəlib deyə bilərik. Hansılar? Birinci elə tipin adından da göründüyü kimi bağırsaq boşluğu. Bağırsaq boşluğu ilk dəfə bunlardadır və bunlardan başqa heç bir tipdə bağırsaq boşluğunun adını çəkməyəcəyik. Ona görə biz bunlarda həm bağırsaq boşluğunu ilklər kimi götürürük, həm də səciyyəvi əlamət kimi götürürük. Çünki bağırsaq boşluğu ancaq bu tipdədir və qidanın bir hissəsinin həzmi bağırsaq boşluğunda həyata keçirilir. Tipin adı da ona görə bu cür götürülüb. İkinci deyə bilərik ki, ilk dəfə olaraq bunlarda yaranıb Rüşeyn vərəqələri. Yəni, biz Rüşeyn vərəqələrini 3 qrupa bölürük. Ektoderma, endoderma, mezoderma və ilk dəfə olaraq bunlarda yaranıb ektoderma, endoderma. Bədən 2 qatdan ibarətdir deyirik. Birinci dedik bağırsaq boşluğu, ikinci dedik bədən 2 qatdan ibarətdir. Hansı qatlar oldu? Ektoderma və endoderma. Ekto xarici qat deməkdir, endo daxili qat deməkdir. Bundan başqa ektoderma, endoderma və bunlardan mezoderma qatı olmadıqlarına görə bunlar ömürlərinin sonuna qədər qastrula mərhələsində qalırlar. Biz çoxalma ontogenezi keçəndə orada da demişdik və bəzi testlərdə də var idi ki, aşağıdakı heyvanların hansıdır ki, ömürlərinin sonuna qədər qastrula mərhələsində qalırlar və yaxud da 2 Rüşeyn vərəqəsi olan heyvanlar, bağırsaq boşluqlar tipinin nümayəndələri. İndi nümayəndələrini az sonra sayacağım. Bunlarda mezoderma olmadığına görə neyrulla mərhələsi yoxdur. Yalnız qastrula mərhələsi var deyirik. Bundan başqa deyirik ki, ilk dəfə olaraq bunlarda əmələ gəlibdir hüceyrələrin ixtisaslaşması. Yəni, hansı hüceyrələr var bunlarda? Baxın, sinir hüceyrələri ilk dəfə bunlarda əmələ gəlib. Düzdür, bəzi refleksi keçəndə orada sinir toxumasının adı çəkilir müəllimlər. Deyirlər ki, difuz şəkilli, yayılmış, səpkili sinir sistemidir. Amma aydın məsələdir ki, bir orqanlar sisteminin əmələ gəlməsi üçün toxuma orqan strukturu olmalıdır. Bunlarda da o struktur yoxdur. O kitabda düzdür, elə qeyd edirik, amma düşünürəm ki, o hər halda düzələr. Çünki bunlarda toxuma orqan strukturu yoxdur və biz sinir sistemi deyə bilmərik. Lakin ilk dəfə bunlarda sinir hüceyrəsi əmələ gəlib, özdə ulduz şəkilli sinir hüceyrəsi əmələ gəlib. Dəri əzələ hüceyrəsi əmələ gəlib. Baxın, dəri əzələ kisəsi yox, hüceyrəsi. Dəri əzələ kisəsi ilk dəfə yastı qurtlar tipində əmələ gəlib. Dəri əzələ kisəsi və daha sonra bağırsaq boşluqlarda da var. Lakin bunlarda dəri əzələ hüceyrəsi, deməli sinir hüceyrəsi, dəri görürsünüz əzələ hüceyrəsi. Deməli, dəri hüceyrəsi, bir də əzələ hüceyrəsi. Əzələ hüceyrəsinin adına da biz deyirdik əzələ lifi, əzələ hüceyrəsi, miofibril, hərəkət orqanoididir.
Bunlar da əmələ gəlib. Bundan başqa tipin səciyyəvi əlaməti olan dalayıcı hüceyrə. Baxın, səciyyəvi əlamət deyəndə bir bağırsaq boşluğudur, bir dalayıcı hüceyrədir. Yəni başqa heyvanlarda yoxdur. Dalayıcı hüceyrə yalnız bunlar üçün, bunlara məxsusdur. Deməli, sinir hüceyrəsi, ulduz şəkilli, dəri hüceyrələri, dəri əzələ hüceyrəsi, miofibril, dalayıcı hüceyrələr, aralıq hüceyrələr ilk dəfə olaraq bunlarda əmələ gəlib deyirik və eyni zamanda həzm əzələ hüceyrələri. Bundan başqa deyə bilərik ki, bunlarda ilk dəfə əmələ gəlib sadə quruluşlu refleks. Biz ibtidai bir hüceyrəli heyvanlarda taksis dedik, lakin bundan sonra olan heyvanlarda artıq refleks deyəcək, amma sadə quruluşlu. İlk dəfə refleks, sadə quruluşlu bunlarda əmələ gəlib və o 3 hissədən ibarətdir. Qıcığın qəbul edilməsi, bu qıcıqdan alınan oyanmanın sinir hüceyrələrinə ötürülməsi və bədənin qıcığa cavab reaksiyası. Sadə quruluşlu refleks adlandıracağıq bunu. Bundan başqa ilk dəfə olaraq bunlarda əmələ gəlib, deməli, şüalı simmetriya. Nədir şüalı simmetriya? Bir var iki tərəfli simmetriya, bir var şüalı simmetriya. Şüalı simmetriya o simmetriyaya deyilir ki, əgər hidranın bədənindən xəyalən bir ox keçirsək, onda hidranın qolları bu oxdan çıxıb ətrafa səpələnən işıq şüalarını xatırladacaq. Hidranın minimum 5, maksimum 12 ədəd qolcuğu var. Buna görə də hidrada biz deyirik ki, minimum 5, maksimum 12 ədəd qolcuq olduğuna görə, qolcuğun sayı bu cür olduğuna görə və şüalı simmetriyanda sayı qolcuqların sayına bərabərdir. Minimum 5, maksimum 12 ədəd şüalı simmetriyası var deyirik. Deməli, şüalı simmetriyada ilk dəfə əmələ gəldi bunlarda və bunlardan sonra olan heyvanlarda, eyni zamanda yastı qurtlar və digərlərində iki tərəfli simmetriya deyəcəyik. Demək, dedik ki, ilk dəfə bağırsaq boşluğu tipin səciyyəvi əlaməti kimi əmələ gəldi. Bundan başqa ilk dəfə qastrula mərhələsi, iki qatlı bədən, ektoderma, endoderma qatları, sinir hüceyrəsi, dərəzələ hüceyrəsi, dalayıcı hüceyrə, hüceyrənin ixtisaslaşması ümumiyyətlə, sadə quruluşlu refleks, sonra şüalı simmetriya ilk dəfə əmələ gəldi deyirik bunlarda. Ümumiyyətlə qeyd edirik ki, bağırsaq boşluqlar tipinin nümayəndələrində 4 növ hərəkət orqanoidinin 4-ü də var. Yalançı ayaqda var, qamçı da var, miofibril də var, əzələ hüceyrəsi, kirpik də var. İndi bunları daha sonra daha ətraflı izah edəcəm. Hələ ki, bu cür yadımızda qalsın. 4-ünə də rast gəlinir deyirik. Deməli, bunların ümumiyyətlə bağırsaq boşluqlar tipini bölürük 3 sinifə. Hidrozoalar sinifi, sfoid meduzalar sinifi və mərcan polipləri sinifi olmaqla tip 3 sinifə bölünür deyirik. Və bağırsaq boşluqlar tipinin deməli 3 sinifi var və sual verilsə ki, ən geniş yayılan sinifi hansıdır? Mərcan polipləri sinifidir. Yəni say baxımından ən geniş yayılan sinifi mərcan polipləri sinifidir deyirik. Aktiv hərəkət edən nümayəndələri meduzalar adlanır. Reaktiv hərəkət var meduzalarda. Pasif hərəkət edən nümayəndələri, yəni az hərəkət edən, pasif hərəkət edən nümayəndələri poliplərdir. Polip sözünün mənası çox ayaqlı deməkdir. Lakin belə bir şey də deyim, sual verilsə ki, meduzalara biz aktiv hərəkət dedik. Bütün meduzalar aktiv hərəkət edir, fəal hərəkət edirmi? Xeyr. İndi az sonra nümayəndələrini sadalayanda orada da deyəcəm. Meduzaların aktiv hərəkət eləməyən nümayəndələri stavromeduzadır. Stavromeduza dənizin dibində sakit vəziyyətdə deməli pasif hərəkət edən canlıdır. Ona görə bütün meduzalar fəal hərəkət edirmi? Xeyr. Stavromeduza fəal hərəkət etmir. Bir qismi deməli deyirik ki, bunların dənizlərdə yaşayır, bir qismi şirin sularda yaşayan nümayəndələri var. Məsəl üçün, Aureliyadır, Sianiya meduzasıdır, mərcan polipləridir. Bunlar dənizlərdə yaşayır və şirin su hidrası isə şirin sularda yaşayır deyirik. Nümayəndələrindən danışanda deyək ki, dedik 3 sinifə bölünür. Hidrozoalar sinifinin nümayəndələri oturaq həyat tərzi keçirdən hidra aiddir. Bura düzdür, hidra cinsdir, hidra cinsi. Biz bilirik də, heyvanların sistematik kateqoriyalarında bilirik ki, hidra cinsdir. Cinsində növləri var. Məsəl üçün, şirin su hidrası növdür. Deməli, hidra cinsdir, şirin su hidrası isə növdür. Şirin su hidrası şirin sularda yaşayır deyirik. Mərcan, sfoid meduzaların nümayəndələri hansılardır? Yenə də qeyd edirəm, aktiv hərəkət edirlər, stavromeduza xaric.
Bunlara aiddir Aurelia meduzası, Sianiya meduzası, qulaqlı meduza, Rhopulema, Stavromeduza. Stavromeduza hərəkətsiz, digərləri reaktiv hərəkət edən formalardır. Bunların içərisində qulaqlı meduza və Rhopulemadan qida kimi istifadə edilir. Mərcan poliplərinə aiddir, deməli, qırmızı mərcan polipləri və bir də aktiniyalar. Onlar deyir heyvanlardan çox gözəl çiçəyə, yəni çiçəyə, gülə bənzəyirlər. Demək, keçək nəyə? Tipin xarakteri xüsusiyyətlərini artıq bir-bir sadaladıq. Bax, bunların hamısı burada var, harada yaşayırlar, tipin hansı səciyyəvi əlamətləri var, bunların haqqında qeydiyyat apardıq, sinifləri haqqında məlumat verdim, nümayəndələri haqqında məlumat, bax, burada hamısı qırmızı mərcan polipləri də var, aktiniya da var, mərcanlara aid olan və yadımızda qalsın ki, tipin ən geniş yayılmış sinifi mərcan polipləri sinifidir. Hidrozoalar sinifinin, bağırsaq boşluqlar tipinin hidrozoalar sinifinin nümayəndəsi hidra cinsinə aid olan şirin su hidrasıdır. Şirin su hidrasının əvvəlcə gəlin görünüşü haqqında məlumat verək. Ümumiyyətlə, hər birinin görünüşü haqqında sonra keçək digərinə. Məsəl üçün, hidrada, müəllimlər, biz bir hidranın bədəni sanki deyir bir kisəyə bənzəyir və kisənin boşluğunda qidanın həzmi gedir. Hansı ki, o bağırsaq boşluğu qırmızı ilə verilən hissədə qidanın həzmi gedir və tipin səciyyəvi əlamətindən biridir bağırsaq boşluğunun olması. Bədənin ön tərəfində ağız yerləşir və bədən xaricə ağızla əlaqədardır. Ağız yerləşir və ağzın ətrafında minimum 5, maksimum 12 ədəd qolcuq var deyirik. Bədən arxa tərəfi isə döşənək adlanır. Məhz substrata yapışmaq üçün döşənəkdən istifadə edərək passiv hərəkət edir, az hərəkətlidir, mayallıq aşaraq hərəkət zamanı gəh qolcuqlarını, gəh də döşənəyini yerə qoymaqla passiv şəkildə az hərəkətli formadır və polip sözü də məhz çoxayaqlı mənasındadır. Deməli, bədəni dedik ki, iki rüşeym qatından ibarətdir. Ektoderma və endoderma qatları və iki rüşeym təbəqəsi məhz gastrula mərhələsidir. Neyrula mərhələsi yoxdur, çünki üçüncü rüşeym vərəqi mezoderma qatı yoxdur bunlarda. Ömürlərinin sonuna qədər gastrula mərhələsində qalırlar dedik. Və ilk dəfə olaraq ektoderma, endoderma rüşeym təbəqələri də məhz bunlarda əmələ gəlib. İndi ektoderma və endoderma qatında nələr yerləşir? Gəlin onlarla bağlı söhbət aparaq. Bu, aydın məsələdir ki, ektoderma qatında yerləşənləri saysaq, biz bilirik ki, dəri əzələ hüceyrəsidir, aralıq hüceyrədir, sinir hüceyrəsidir, dalayıcı hüceyrədir. Bundan başqa deyə bilərik spermatozoid və yumurta hüceyrə. Niyə ikisinin də adını çəkdim? Çünki hidra cinsinin, məsəl üçün biz hidra cinsi deyəndə deyirik ki, hidra cinsinin özünün həm hermafrodit nümayəndələri var, həm də ayrı cinsli nümayəndələri var. Lakin hidra cinsinin nümayəndəsi olan şirin su hidrası növü hermafroditdir. Hermafrodit o deməkdir ki, özünü mayalandıran, yəni bu heyvanda həm spermatozoid var, həm də yumurta hüceyrə var. Ona görə ikisinin də adını çəkdim və cəmi xarici qatda 6 dənə 6 növ, deməli 5 qrup 6 növ hüceyrəyə rast gəlinir. Endoderma qatında isə deyirik ki, bir qrup 2 növ hüceyrəyə rast gəlinir. Həzm əzələ hüceyrəsi, bir də vəzli hüceyrə olmaqla, vəzli həzm hüceyrəsi olmaqla ikiyə rast gəlinir. Amma bunu da necə qruplaşdıracağıq, müəllimlər? Bunu da biz belə qruplaşdıracağıq. Deməli, bir buna baxacağıq, əlverişli, bir də əlverişsiz şərait. İndi gəlin mən buradan bir səhifə açım və burada qeyd edeyim. Siz ya indi qeyd edin, ya da dərsə baxanda qeyd edərsiniz. Bax, birinci nə deyirik? Deyirik ki, məsəl üçün yazaq birinci, əlverişli şərait. Əlverişli şərait nəyə görə dedim, müəllimlər? Əlverişli şərait. Niyə görə əlverişli? Çünki biz bilirik ki, hidra əlverişsiz şəraitdə cinsi yolla çoxalır. Deməli, əlverişli şəraitdə cinsiyyət hüceyrələri nə spermatozoid, nə də yumurta hüceyrə əmələ gəlməyəcək. Əlverişli şəraitdə ektoderma qatı və endoderma qatında neçə qrup, neçə növ hüceyrə var. Gəlin onlara baxaq. Deməli, əlverişli şəraitdə ektoderma qatında hansı hüceyrələr var? Birinci, dəri, əzələ hüceyrəsi. İkinci, sinir hüceyrəsi. Üçüncü, aralıq hüceyrə.
dördüncü dalayıcı hüceyrə. Deməli, nə qədər oldu? 4 qrup, 4 növ hüceyrə var deyirik. 4 qrup, 4 növ. Əlverişli şərait olduğuna görə nə spermatozoid yoxdur, nə də yumurta hüceyrə. Əlverişli şəraitdə endoderma qatında bir qrup, 2 növ hüceyrəyə rast gələcək. Bunlar hansılardır? Həzm əzələ hüceyrəsi və bir də deyəcəyik ki, vəzli hüceyrə. Vəzli həzm hüceyrəsi. Həzm əzələ hüceyrəsi, vəzli. Baxın, ikisi də həzmdir. Burada da həzm sözü var. Burada da həzm sözü var. Ona görə bir qrup, 2 növ. İkisi də həzm hüceyrəsidir, müəllimlər. Həzm əzələ hüceyrəsi də həzm hüceyrəsidir. Vəzli həzm hüceyrəsi də həzm hüceyrəsidir. Ona görə bir qrup həzmdir ikisi də. 2 növ. Burada isə dedik ki, 4 qrup, 4 növ. Dərəzələ, sinir, aralıq, dalayıcı. Cəmi desələr ki, əlverişli şəraitdə ektoderma, endoderma qatında cəmi neçə hüceyrə deyəcəksiniz. Deməli, 5 qrup, 6 növ. 4 qrupu burada, 1 qrupu burada. Cəmi nə qədər oldu? 5 qrup, 4 növü burada, 2 növü burada. 6 növ. Əlverişli şəraitdə ektodermada 4 qrup, 4 növ, endodermada 1 qrup, 1 növ, ümumi 5 qrup, 6 növ hüceyrəyə rast gəlinəcəkdir. Sual olunsa ki, yaxşı, indi gəlin əlverişsiz şəraiti yazaq görək. Əlverişsiz şəraitdə proses necə dəyişilir? İndi keçirik müəllimlər əlverişsiz şəraiti yazmağa. Yazaq buradan əlverişsiz şəraitdə görək dəyişiklik necə baş veribdir. Əlverişsiz şəraitdə yenə yazırıq ektoderma qatı, ya xarici qat və endoderma qatında hansı neçə qrup, neçə növ hüceyrəyə rast gəlinir. Birinci baxaq ektoderma qatı. Yenə yazıram dəri əzələ hüceyrəsi, ikinci sinir hüceyrəsi, üçüncü dalayıcı hüceyrə, dördüncü aralıq hüceyrə, beşinci spermatozoid, altıncı yumurta hüceyrə. Gəlin baxaq, aydın məsələdir ki, spermatozoid ilə yumurta hüceyrə ikisi də cinsiyyət hüceyrəsidir. Onda qrup deyəndə 1 qrup, 2 qrup, 3 qrup, 4 qrup, 5 qrup gedəcək. Çünki bunlar ikisi də cinsiyyət hüceyrəsi gedir. 5 qrup neçə növ? 1, 2, 3, 4, 5, 6 növ. Düzdürmü? 5 qrup 6 növə rast gələcək. Deməli, əlverişsiz şəraitdə oldu dərəzələ, dalayıcı, aralıq, sinir, yumurta hüceyrə, spermatozoid 5 qrup, 6 növ. Keçək indi əlverişsiz şəraitdə ektoderma qatında olanlara. Birinci, ikinci, yenə həzm əzələ hüceyrəsi, vəzli həzm hüceyrəsi. İkisi də həzmdir. Ona görə 1 qrup, 2 növ. Bu dəyişilmir. Yenə 1 qrup, 2 növ. Bu istəyir əlverişli olsun, istəyir əlverişsiz olsun. İkisində də eynidir. Deməli, olacaq. Deməli, nə qədər oldu baxaq? 6 qrup, 5 qrupu burada, 1 qrupu burada. 6 növü burada, 2 növü burada. 8 növ. Əlverişsiz şəraitdə cəmi 6 qrup, 8 növ hüceyrəyə nə edəcək? Rast gələcəyik deyirik. İndi müəllimlər bir şey də var. Mən bayaq qeyd elədim ki, deməli, hidra cinsində həm ayrı cinsli nümayəndələr var, həm də hermafrodit. Birdən bəzən testlərdə belə bir sual düşür ki, məsəl üçün, deyər ki sizə, hidrada deyər ki, məsələn, biz dedik ki, əlverişsiz şəraitdə 6 qrup 8 növdür, düzdürmü? Əgər 6 qrup 7 növ olarsa, bu o deməkdir ki, bu hidra cinsinin ayrı cinsli nümayəndəsidir. Yəni, bu nə deməkdir? Əgər birdən 6 qrup 8 yox, 7 növ deyərsə, onda deməli ayrı cinslidir. Ya spermatozoid var, ya da yumurta hüceyrə var. Hansısa biri yoxdur. Onda deyirik ki, bu hidra cinsinin ayrı cinsli nümayəndəsidir. Elə olduqda, bəli, ya spermatozoid olacaq, ya yumurta hüceyrəsi olacaq. Onda götürəcəksiniz 6 qrup, yenə də ümumi 7 növ götürəcəksiniz. Çünki cinsiyyət hüceyrəsindən yalnız biri olacaq.
Yaxşı. İndi gəlin ayrı-ayrılıqda bu deməli qatlarda olan hüceyrələrin funksiyaları ilə tanış olaq. Demək müəllimlər, bax dedik ki, birinci xarici qat. Xarici qat ektoderma qatıdır. Bax ektoderma qatıdır. Ektoderma qatında olan hüceyrələrin biri dəri əzələ hüceyrəsidir. Və testlərdə suallar var ki, hidranın xarici qatında ən çox rast gəlinən hüceyrə dəri əzələ hüceyrəsi. Ən çox rast gəlinən hüceyrə deyəndə götürəcəksiniz dəri əzələ. Dəri əzələ baxın, hidranın həm xarici örtüyünü əmələ gətirir, həm də o hüceyrələrin dib hissəsində qısalıb uzana bilən liflər var. Əzələ lifləri. Bunların başqa adı miofibrildir. Deməli, hərəkət orqanoidindən biri nə oldu? Miofibril. Yadınızdadırsa biz demişdik ki, 4 dənə hərəkət orqanoidi var. Qamçı, yalançı ayaq, miofibril, kirpik. Bunlardan da kiprik, yəni bunlardan da miofibril, dəri əzələ hüceyrəsi ilk dəfə bunlarda əmələ gəlib və bu həm örtüyünü əmələ gətirir, həm də yığılma qabiliyyətində iştirak edir. Ən çox rast gəlinən xarici qatda hansı oldu? Dəri əzələ hüceyrəsi. İkinci dalayıcı hüceyrə. Dalayıcı hüceyrə tipin həm deməli səciyyəvi əlamətidir, xüsusi hüceyrədir. Yəni ilk dəfə bunlarda əmələ gəlib və heç bir heyvanlarda da yoxdur. Dalayıcı hüceyrə müdafiə rolunu oynayır. Yəni müdafiə rolunu oynayır nədir? Qidanın tutulmasında və hidranın müdafiə olunmasında iştirak edir. İndi bu barədə daha sonra geniş şəkildə danışarıq. Yəni xüsusi hüceyrədir, tipin səciyyəvi əlamətidir. Aralıq hüceyrə müəllimlər. Aralıq hüceyrə ən kiçik somatik hüceyrədir. Aralıq hüceyrə ən kiçik somatik hüceyrədir və aralıq hüceyrə elə bilin ki, bitkilərdə törədici toxumanın rolunu oynayır. Yəni deyirik ki, törədici toxumanın rolunu oynamaq o deməkdir ki, yəni digər hüceyrə qatlarına başlanğıc verir. Necə törədici toxuma bitkinin bütün hüceyrə qatlarına əmələ gətirirdi. Aralıq hüceyrədə digər hüceyrələrin hamısı bax aralıq hüceyrədən əmələ gəlib və deyirik ki, regenerasiya etmək qabiliyyətinə malikdir və regenerasiya edərək digər hüceyrələrə başlanğıc verir. Və ən kiçik somatik hüceyrə hansıdır? Aralıq hüceyrədir. Ən kiçik cinsiyyət hüceyrəsi isə spermatozoiddir. Ən kiçik cinsiyyət hüceyrəsi isə spermatozoiddir və spermatozoid də xarici qatda əmələ gəlir və onun qamçısı var. Deməli, ikinci hərəkət orqanoidi nə oldu? Qamçı. Qamçı nədə oldu? Bunun spermatozoidində qamçı var. Sonra belə deyək, yalançı ayaqları olan isə yumurta hüceyrəsidir. Yalançı ayaq. Yadınızdadırsa keçən dərsdə mən demişdim ki, yumurta hüceyrənin adətən hərəkət orqanoidi olmur, amma bağırsaq boşluqlar tipində yumurta hüceyrənin yalançı ayağı var. Deməli, miofibril oldu, qamçı oldu, yalançı ayaq. Hidrada neçə dənə hərəkət orqanoidi var deyəndə 4 deyəcəksiniz hələ ki. Sonra deyəcəm kirpik hansındadır. Deməli, miofibril bildiz dəli əzələ hüceyrəsi və həzm əzələ hüceyrəsində də var. Qamçı spermatozoidindədir və onun spermatozoidinin qamçısı var. Qamçılı iptailərə oxşuyur spermatozoidi. Yumurta hüceyrəsi isə hərəkətlidir və yalançı ayaqları var. O da amöbə bənzəyir. Bir hüceyrəli heyvan olan amöbə bənzəyir və ən az rast gəlinən yumurta hüceyrədir. Yəni, belə deyək də, cinsiyyət hüceyrələridir ən az. Ən çox rast gəlinən dəri əzələ hüceyrəsidir. Xüsusi tipin spesifik əlaməti olan dalayıcı hüceyrədir. Ən kiçik somatik hüceyrə aralıq hüceyrədir. Regenerasiya etmək qabiliyyətə malik olan aralıq hüceyrədir deyirik. Ən az rast gəlinən yumurta hüceyrədir. Ən kiçik cinsiyyət hüceyrəsi spermatozoiddir. Yumurta hüceyrə bilirsiniz ki, spermatozoiddən böyük olur, lakin ən böyüyü də zigotdur. Çünki ikisinin birləşməsindən əmələ gəlib deyirik. Sinir hüceyrələri müəllimlər ulduz şəkillidir. Sinir hüceyrələri ulduza bənzəyir və ən uzun hüceyrə desə sinir hüceyrəsi deyəcəksiniz. Ən uzun hüceyrəsi hansıdır? Sinir hüceyrəsidir. Bax, bunlar oldu xarici qatda olanlar. Keçək daxili qatın hüceyrələri ilə tanış olmağa. Daxili qatın hüceyrələrinin içərisində isə deyəcəyik ki, daxili qatın hüceyrələrinə aiddir nə? Həzm əzələ hüceyrələri və vəzli həzm əzələ hüceyrəsi və vəzli həzm hüceyrəsi 2 dənədir. Həzm əzələ hüceyrələri, müəllimlər, bu hüceyrələrdə bunların həm qamçısı var, həm də yalançı ayağı var. Özdə qamçı, bir dənə şəkilə diqqətlə fikir verin. Bax, burada
hansısa şəkildə daha gözəl görünürdü. Bax bu şəkilə baxın müəllimlər, bax budur. Budur. Fikir verin. Həm yalançı ayağı var, bu hissəyə baxın, yalançı ayağı var. Buradan çıxan çıxıntıdan söhbət gedir. Həm də qamçısı var. Özə neçə qamçısı var? 2 qamçısı. Bax, qamçı burada da var. Spermatozoiddə də var qamçı. Fikir verin. Qamçılı iptalələ bənzəyir. Və həzm əzələ hüceyrəsində də yalançı ayaq da var, qamçı da var. Deməli, bir dənə sizdən soruşsa ki, bir dənə həzm hüceyrəsinin neçə qamçısı var? Deyəcək ki, bir dənə həzm hüceyrəsinin 2 dənə qamçısı var deyirik. Deməli, həm yalançı ayağı var, həm də qamçısı var və funksiyası nədir, rolu nədir deyəndə deyirsiniz ki, qidanı belə deyək də həzm edir. Bunlar qidanın həzmi. Bu yalançı ayaqlar qidanı itələyirlər bu ağız olan tərəfə. Bu qamçılar, baxın, qamçılar qidanı tutub itələyir bu yalançı ayaq olan tərəfə və burada həzm prosesi gedir. Qidanın həzm edirlər. Bəs vəzili həzm hüceyrələri nədə rol oynayır? Baxın, vəzili həzm hüceyrələrində isə deyirik ki, vəzili həzm hüceyrələri isə həzm şirəsi ifraz edirlər. Bağırsağın boşluğuna həzm şirəsi. Yadınızdadır, mən hüceyrə daxili, hüceyrə xarici, membran həzm olmaqla həzmi 3 qrupa bölmüşdüm. Və demişdim ki, ilk dəfə olaraq hüceyrə xarici həzm bağırsaq boşluqlarda yaranıb. Hüceyrə daxili bir hüceyrələrdə, hüceyrə xarici ilk dəfə bağırsaq boşluqlarda. Amma bu demək deyil, bağırsaq boşluqlarda hüceyrə daxili həzm yoxdur. İlk həzm prosesi gedir bağırsaq boşluğunda, sonra hüceyrə daxilində gedir. Həm bağırsaq boşluqlarda hüceyrə xarici həzm var, bağırsaq boşluğunda gedən həzm var. Belə ki, bu vəzili hüceyrələr bağırsağın boşluğuna həzm vəzləri ifraz edirlər və bağırsaq boşluğuna düşmüş qida həzm vəzlərinin iştirakı ilə həzm olur. Sonra bu qamçılar vasitəsilə itələnərək gəlir həzm əzələ hüceyrələrinə və orada həzmə uğradır və idrar bütün bədəninə yayılır. Həm bağırsaq boşluğunda gedir həzm, boşluqda hüceyrə xarici, həm də hüceyrə daxilində gedir həzm prosesi. Deməli, daxili qatın hüceyrələrində hansı hərəkət orqanoidləri oldu? Qamçı və yalançı ayaq. Eyni zamanda daxili qatda da miofibrillər. Çünki həzm əzələ hüceyrəsi deyirik, görürsünüz. Dəri əzələ, bir də həzm əzələ hüceyrəsi. Deməli, deyirik ki, hidrada neçə növ hərəkət orqanoidinə rast gəldi? Şirin su hidrasında 3 növ. Yalançı ayaq, bildiz harda oldu? Yalançı ayaq bir həzm əzələ hüceyrələrində oldu, bir də yumurta hüceyrəsində oldu. Qamçı həm spermatozoidində oldu, həm də həzm əzələ hüceyrəsində oldu və miofibril. Bu da oldu həm dəri əzələ, həm də həzm əzələ hüceyrəsində. Amma sual olunsa ki, ən çox hansına rast gəlinir, deyəcəksiniz miofibrilə. Çünki həm dəri əzələdə var, həm də həzm əzələdə var. Ona görə də miofibrilə ən çox rast gəlinir və ilk dəfə olaraq elə miofibril də bunlarda yaranıb deyirik. Yalançı ayaq amöbdə var idi, qamçı evqlenədə var idi, amma miofibril ilk dəfə harda yarandı? Bunlarda yarandı deyirik. Amma ümumi sizə desələr ki, bağırsaq boşluqlar tipində neçə növ hərəkət orqanoidinə rast gəlir, onda 4-ünü də götürəcəksiniz. Niyə? Çünki indi birazdan meduzanı izah eləyəndə orada meduzanın sürfəsi planulanın adını çəkəcək. Planulanın kirpikləri var. Kirpiklər. Planulada kirpiklər olduğuna görə deyəcəyik ki, bağırsaq boşluqlar tipində 4 növ hərəkət orqanoidinin 4-ünə də rast gəlinir. Lakin hidra cinsində, şirin su hidrasında 3-ünə rast gəlinir. Çünki hidrada kirpik yoxdur. 3-ü var. Yalançı ayaq, qamçı, miofibril. Ən çox hansına rast gəlinir deyəndə deyəcəyik ki, miofibrilə rast gəlinir deyəcəyik. İndi müəllimlər bunlar haqqında məlumat verdi və bax ayrı-ayrılıqda məsəl üçün dəri əzələ hüceyrəsi görürsünüz deyir bədən örtüyünü təşkil edir, yığılma qabiliyyətinə malik əzələ lifi olur. Yəni bunlar haqqında bildik ki, ən çox da rast gəlinən hüceyrələrdir. Dalacı hüceyrənin quruluşuna gəlin baxaq. Dedim dalacı hüceyrə tipin səciyyəvi xüsusiyyətidir. Yəni digər tiplərin heç birində dalacı hüceyrəyə rast gəlinmir. Yalnız bağırsaq boşluqlar tipində mövcuddur. Dalacı hüceyrələr hidranın ən çox qolcuqları tərəfdə daha çox olur. Çünki qolcuqlar vasitəsilə qidanın tutulmasında iştirak edir deməli hidra və deyir ki, qidanı ağzına aparan zaman bir müddət o qolcuqlar hətta ağızda qalır, amma həzm hüceyrələri o qolcuqları həzm eləmir. Çünki deyir öz həzm şirəsinə qarşı davamlı olduğuna görə qolcuqlar orada həzm olunmur. Amma bir müddət qolcuqlar da deyir apardığı qida ilə bir yerdə ağızda qalır və hidranın bədəni o udduğu qidadan asılı olaraq müxtəlif rənglərə boyanır bir müddət. Qida həzm olunandan sonra bu rəng çəkilir.
Dalayıcı hüceyrələr deyirik ki, ən çox qolcuqlarında olur və içərisində belə deyək də zəhərli maddə olan selikli kapsuldan ibarətdir. Baxın, zaten yazıb burada kapsul, fikir verək. Kapsul. Kapsulun içərisində zəhərli maddə var. Zəhərli maddə olan selikli kapsuldan ibarətdir və kapsulun içərisində də spiral şəklində burulmuş dalayıcı boru şəkilli bir sap var. Baxın, sapın üzərində tərsinə belə çevrilmiş formada çıxıntılar var və bu sap ilk vaxtlar bu formada yığılmış vəziyyətdə olur. Lakin şikarına müəyyən bir nəsə gəlib ona dəyən kimi atılır çölə. Dalayıcı hüceyrənin kənarında da müəllimlər bax belə bir hiss edici tükçük var. Görüm dalayıcı hüceyrəni burada tapa bilsək. Dalayıcı hüceyrənin özünün burada bax bura baxın, hissedici tükçük budur. Sual olunsa ki, bir dənə dalayıcı hüceyrədən neçə dənə hissedici tükçük var? Bir dənə hissedici tükçüyün sayını bir dənə götürürsünüz. Bircə dənə hissedici tükçük var deyirik. Deməli, nədən təşkil olunub dedik? Gəlin bir də baxaq. Dedik ki, kapsuldan təşkil olunub. Kapsulun içərisində zəhər var. Selikli kapsul. Onun içərisində spiral şəklində burulan dalayıcı boru şəkilli sap var və hissedici tükçüyü var. Ki hissedici tükçüyə şikar dəyən kimi həssas tükçük də deyirlər. Deməli, hissedici tükçük də deyirlər. Bir dənədir, ora bir dənə nəsə dəyir və dalayıcı sapı atır çölə və başlayır zəhər xaric etməyə. Bax, bu da oldu bunun dalayıcı sapının quruluşu haqqında məlumat. Sinir hüceyrəsi dedik ki, uzun çıxıntılara malikdir. Məhz buna görə də ulduza bənzər şəkildə görünürlər və uzun çıxıntıları olduğuna görə, bax bu cür uzun çıxıntıları olduğuna görə bir sinir hüceyrəsi digər sinir hüceyrəsi ilə birləşərək bax belə bir sinir kələfi əmələ gətirirlər, sinir kələfi. Buna görə də deri hidranın müəyyən bir yerinə iynə ilə toxunduqda bu bir-birinə bir hüceyrədən o birisi hüceyrəyə ötürülərək hidranın bədənindən yığılmasına səbəb olur. Aralıq hüceyrələr dedik, ən kiçik somatik hüceyrələrdir və digər hüceyrələrə başlanğıc verərək regenerasiya prosesini həyata keçirdirlər. Cinsiyyət hüceyrələri spermatozoidlərdir, qamçısı var, qamçılı iptailərə oxşuyur, yumurta hüceyrədir, yalançı ayaqları var, yalançı ayağı olan iptailərə bənzəyir və hermafrodit nümayəndələrində hər ikisinə rast gəlinir, ayrı cinsin nümayəndələrində isə yalnız birinə rast gəlinir və şirin su hidrası hermafrodit olsa da çarpaz mayalanır. Yəni, özündə ikisinə də rast gəlinsə də digər hidra ilə mayalanma prosesini həyata keçirdir deyirik. Bax, hissedici tükçük, bunu axtarırdım müəllimlər. Bax, burada da daha qəşəng şəkildə görünüb. Bir ədəd nəyi var deyirik? Hissedici tükçüyü var deyirik. Qidalanmasından gəlin danışaq. Qidalanmasında deyirik ki, ümumiyyətlə heyvan yırtıcıdır. Yırtıcı heyvandır deyirik və öz şikarını iflic edir. Bayaq da qeyd etdim ki, az hərəkətli formadır hidropolipdir. Öz qidasını iflic edir. Zəhər vəzisi var. Bayaq dedik ki, selikli kapsulun içərisində zəhər olur. Qida qollar vasitəsilə tutularaq, dalayıcı hüceyrələr vasitəsilə ötürülür ağıza. Ağızdan düşür bu boşluğa, yəni bax, buradakı bu bağırsaq boşluğuna düşür. Bağırsaq boşluğuna həzm, deməli, vəzili həzm hüceyrələrinin axarı açılır. Onlar ora həzm vəzi buraxırlar, həzm şirəsi və bağırsaq boşluğunda olan qida burada həzm olunur. Həzm olunandan sonra həzm əzələ hüceyrələrindəki qamçılar vasitəsilə hüceyrənin yalançı ayaq olan tərəfinə yönləndirilir və buradan keçir daxilə, lizosom orqanoidi birləşir və həzm prosesi gedərək bütün hüceyrələrə paylanır. Həzm olunmayan qida qalıqları təkrar ağızdan xarici mühitə çıxarılır. Deməli, anal dəliyi yoxdur. İlk dəfə olaraq anal dəliyi meydana gələcək harda? Deməli, anal dəliyi ilk dəfə sap qurtlar tipində əmələ gələcək. Bunlarda da yoxdur anal dəliyi, Planaridə, yastı qurtlarda da yoxdur anal dəliyi. Ona görə deyirik ki, bunların həzm sistemi iki istiqamətli həzm sistemidir. İlk dəfə olaraq bir istiqamətli həzm sistemi, yəni ağızla başlayıb anal dəliyi ilə bitən bir istiqamətli həzm sistemi sap qurtlar tipində əmələ gələcək və digər heyvanlarda da davam eləyəcək. Lakin bunlarda ağız, bağırsaq boşluğu, təkrar ağız. Yəni, bunlarda bir istiqamətli yox, iki istiqamətli həzm sistemi mövcuddur. Qida ağızdan daxil olur,
ağızdan da xarici mühitə çıxarılır deyirik. İlk dəfə olaraq, yəni həzm sistemi xarici mühitə neçə dəliklə əlaqələnir deyəndə deyəcəyik ki, bir dəliklə. Amma həzm sistemi xarici mühitə iki dəliklə əlaqələnən odur ki, həzm sistemi ağızla başlasın, anal dəliklə yekunlaşsın. Bir istiqamətli həzm sistemi iki dəliklə əhatələnən ağız və anal dəlik ilk dəfə saq qurdlar tipində əmələ gələcəkdir. Yəni arxa bağırsaq, bunlarda ümumiyyətlə bağırsaqdan söhbət gedə bilməz və ilk dəfə bağırsaq yastı qurdlarda əmələ gələcək, lakin orada da arxa bağırsaq yoxdur. İlk dəfə arxa bağırsaq anal dəliyi əmələ gələcək saq qurdlar tipində. Bunlarda bağırsaq falan yoxdur, sistem ümumiyyətlə bunlarda yoxdur. İki istiqamətli həzm sistemidir, yastı qurdlarda da belədir, bunlarda da belədir və həzm sistemi xarici mühitlə bir dəliklə ağızla əlaqələnir deyirik. Və qeyd eləyək ki, deməli, burada belə deyək də, qidalanma prosesi iki istiqamətdə gedir. Birinci boşluq həzmi, ikinci hüceyrə daxilə həzm. Bayaq da izah elədim, yenə də deyirəm. Birinci boşluq həzmi, ikinci deməli bağırsaq boşluqlarda həzm prosesi neçə mərhələdə gedir deyəndə deyəcək, iki mərhələdə. Birinci bağırsaq, yəni boşluq, ikinci isə deyəcək ki, hüceyrə daxili həzm, boşluq həzmi, hüceyrə daxili həzm. Boşluq həzmi necə oldu? Qida qolları dalayıcı hüceyrələr vasitəsilə şikarını iflic elədi, zəhər vasitəsilə apardı ağzına. Qollar bir müddət o boşluqda qalır, lakin özünün həzm şirələrinə qarşı davamlı olduğuna görə onun qollarına həzm şirələri həzm etmir. Hidranın bədəni udduğu heyvanın rəngindən asılı olaraq müxtəlif rənglərə boyanır. Bundan sonra qollar çıxır, qida başlayır, vəzli hüceyrələr oraya həzm vəzləri ifraz edir. Qida burada xırdalanır, xırdalandan sonra buna deyirlər boşluq həzmi. Boşluq həzmindən sonra xırdalanmış qida hüceyrə daxilinə keçir. Həm həzm əzələ, həm də vəzli həzm hüceyrələrinə keçərək onların qida ilə təminləyir deyirik. Buna görə deyirik, bağırsaq boşluqlarda həzm iki mərhələdə gedir. Boşluq həzmi bağırsaq boşluğunda gedir. Hüceyrə daxili həzm, həm də vəzli hüceyrələr bu prosesdə iştirak edir. Xarici mühitlə yalnız bir dəlik ağızla əlaqələnir. Həzm sistemi adlanan bir şey yoxdur. Sadəcə olaraq həzmində deyirik ki, bunlarda düzdür, sistem deyə bilmərik, həzm sistemi deyirəm, amma sistem deyə bilmərik, çünki bunlar toxum orqan strukturu yoxdur. Amma həzm prosesi xarici mühitlə bir dəliklə əhatələnir dedik və iki istiqamətlidir. Ağızla başlayan həzm, ağızla da yekunlaşır deyirik. Tənəffüs sistemi yoxdur. Xüsusi tənəffüs bir orqanı yoxdur. Tənəffüs bütün bədən səthi ilə gedir və şirin sularda yaşadığına görə şirin su hidrası suda həll olmuş oksigenlə tənəffüs edir və bütün heyvanların hamısında yastı qurdlar, sap qurdlar, düz həlqəvi qurdlarda qum qurdunda dayanacaq. Deyəcək ki, ilk dəfə olaraq tənəffüs sistemi qəlsəmə tənəffüsü, xarici qəlsəmə tənəffüsü özdə, xarici qəlsəmə əmələ gəlib qum qurdunda. Qum qurduna qədər bütün heyvanlara deyəcək, xüsusi tənəffüs orqanı yoxdur, tənəffüs bütün bədən səthi ilə gedir. İfrazat sistemi yoxdur, ifrazat sistemi də bütün bədən səthi ilə gedir. Yəni, həzmin qalıqları ağızdan, ifrazatın maddələr mübadiləsinin davamı olan ifrazat prosesinin maye məhsulu qalıqları isə bədən səthi ilə xarici mühitə çıxarılır deyirik. Xarici mühitə qıcığa cavab verməsi isə refleks adlandırdıq və ilk dəfə olaraq sadə refleks bunlarda əmələ gəlib. Qeyd etdik ki, baxın, sinir hüceyrələri ulduza bənzər formadadır. Çıxıntıları olduğuna görə, baxın, ulduza bənzər formada görünürlər və bu çıxıntılar vasitəsilə bir-birlərinə bağlanaraq sinir kələfi əmələ gətirirlər və hidraya müəyyən bir iynə ilə toxunsaq, əmələ gələn yığılmalar, oyanmalar bir hüceyrədən digər hüceyrəyə ötürülərək hidranın bədəninin yığılmasına səbəb olur və buna görədir ki, hidrada refleks 3 hissəyə bölünür. Qıcığın qəbul edilməsi, ötürülməsi və qıcığa cavab reaksiyası. Bir də müəllimlər, mən bayaq dedim ki, ilk dəfə olaraq bunlarda dəri əzələ hüceyrəsi yaranıb, amma dəri əzələ kisəsi dedim ki, ilk dəfə yaranıb harda? Yastı qurdlar tipində və həlqəvi qurdlar. Bir də bağırsaq boşluğu ilk dəfə bunlarda yaranıb, bir də var ki, bədən boşluğu. Müəllimlər, bunlar ayrı şeylərdir. Bağırsaq boşluğu bunlardadır. Amma bədən boşluğu, bir var birinci bədən boşluğu, bir də var ikinci bədən boşluğu, selon.
İlk bədən boşluğu yaranıb ilk dəfə sap qurtlar tipində. İkinci bədən boşluğu selom yaranıb həlqəvi qurtlar tipində. Yəni onları orada keçəndə onsuz da qeyd eləyəcəm. Demək, yastı qurtlar tipində isə boşluq yoxdur. Boşluq orqanlar arasındakı boşluq parenxima ilə doludur. Yəni birləşdirici toxumadan əmələ gəlmiş parenxima ilə doludur. Keçirik hidranın çoxalması. Müəllimlər, bayaq da qeyd etdim ki, hidra həm əlverişli şəraitdə qeyri-cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalmanın hansı üsulu deyəndə deyəcəyi tomurcuqlanma. Əlverişsiz şəraitdə isə cinsi yolla çoxalır. Gəlin birinci qeyri-cinsi çoxalmasına baxaq. Qeyri-cinsi çoxalma tomurcuqlanma yolu ilə baş verir. Yəni bu nə deməkdir? Biz bilirik ki, tomurcuqlanma zamanı hidranın bədəninin təxminən döşənək hissəsində balaca bir qabarcıq əmələ gəlir və bu qabarcığın adına biz deyirik bağırsaq boşluğu. Bağırsaq boşluğu adlanan qabarcıq əmələ gəlir. Sonra bu qabarcıq getdikcə böyüyür və onun ön hissəsində ağız əmələ gəlir, qolcuqlar və sonra ağız əmələ gəlir. Ağız əmələ gələndən sonra qopab düşür yerə, ən sonda nə əmələ gəlir? Döşənək. Və testlərdə suallar var ki, hidranın tomurcuqlanma yolu ilə çoxalması zamanı birinci nə əmələ gəlir? Boşluq, bağırsaq boşluğu. Sonda nə əmələ gəlir? Döşənək. Bağırsaq boşluğu, sonra qolcuqlar, ağız əmələ gələndən sonra qopub düşür anadan su bu surata yapışmaq üçün döşənək əmələ gəlir və başlayır xarici mühitdən qidalanmağa. Cinsi yolla çoxalması isə cinsiyyət hüceyrələrinin, yəni qametlərin iştirakı ilə həyata keçirilir. Deyirik ki, hidra əlverişsiz şəraitdə deməli, hansı yolla çoxalır? Cinsi yolla çoxalır. Və cinsi çoxalma zamanı, hansı ki demişdik ektodermada artıq əgər əlverişsiz şəraitdədirsə, ektoderma qatında deməli 5 qrup 6 növ hüceyrə əmələ gəlir ki, ondan da spermatozoidlə yumurta hüceyrəni də misal göstərdik. Bax, fikir verin, spermatozoidi qamçılayıb dairələrə oxşayır. Bir qamçısı var, qamçı bir burada var, bir də həzm əzələ hüceyrəsində 2 qamçıdır. Yumurta hüceyrəsi isə fikir verin, yalançı ayaqları olan amoebi xatırladır və hərəkət orqanoidi olan yumurta hüceyrə hidradadır. Deyirik ki, belə deyək də, bunlar hermafroditdir. Hidra cinsində ayrı cinsli və hermafrodit nümayəndələr var, amma şirin su hidrasının növü hermafroditdir. Hermafrodit olsa da heyvan çarpaz mayalanır. Yəni çarpaz mayalanma nədir? Baxın bu cür. Yəni hər iki qaməti olsa da bir hidranın spermatozoidi digər hidranın yumurta hüceyrəsini mayalandırır. Yəni çarpaz mayalanır deyirik. Bir də belə bir sual var idi testdə. Səhv eləmirəmsə miqə düşmüşdü belə bir sual ki, məsəl üçün deyirdi ki, hidrada qamçılı hüceyrələr, yəni qamçı hərəkət orqanoidi, qamçılı hüceyrələr yalnız əlverişsiz şəraitdə rast gəlinir. Baxın, yenə təkrar edirəm sualı. Hidrada qamçılı hüceyrələrə yalnız əlverişsiz şəraitdə mi rast gəlinir? Xeyr. Çünki qamçı bir spermatozoid də var idi, bir də həzm əzələ hüceyrəsində var idi. Ona görə də deyirik, xeyr. Spermatozoidin də qamçısı var, həzm əzələ hüceyrəsində qamçısı var. Ona görə də biz deyə bilmərik, qamçıya əlverişsiz şəraitdə rast gəlinir. Eyni zamanda yalançı ayağa da deyə bilmərik. Çünki yalançı ayaq yumurta hüceyrədə də var, həzm əzələ hüceyrəsində də var. Ona görə deyə bilmərik. Deməli, müəllimlər, bax, cinsi çoxalma prosesi necə həyata keçirilir? Deyirik ki, hermafrodit olsa da çarpaz mayalanır. Bir də bir şey qeyd edeyim ki, müəllimlər, bax, bunlar da hermafroditli çarpaz mayalanır. Yastı qurtları keçəndə orada ağ planarni deyəcəm, hermafroditdir. Eyni zamanda digər öküz solteri, qaraciyər sortusu hermafroditdir. Soğulcanda da deyəcəyi həlqəvi qurtlarda hermafroditdir. Elbizdə deyəcəyi hermafroditdir. Amma baxın, bunların hamısı çarpaz mayalanır. Bir istisna o idi ki, yastı qurtlar tipinin lent şəkilli qurtlar sinifindən olan öküz soliteri, dənəvər exnikoqu, bunlarda mayalanma çarpaz getmir. Bax, bu istisnalıqdır. Yəni, hamısında hermafrodit olanların hamısına çarpaz mayalanır deyəcəyik.
Bunlara bağırsaq boşluqlara da, yassı qurtlardan ağ planariyə də, həlqəvi qurtlar soxulcana da, mollusklardan ilbizə də, amma yassı qurtların şəkilli qurtlar sinifinin nümayəndələri öküz solterində, exnikokda hermafroditdir, çarpaz mayalanmır, öz-özünü mayalandırır. Bax, bu yadımızda qalsın. Bu istisna haldır ki, bunlarda mayalanma çarpaz getmir, bunlar öz-özünü mayalandırır. Deməli, mayalanma zamanı nə baş verir? Baxın, əlverişsiz şərait olduqda cinsiyyət hüceyrələri əmələ gəlir. Təxminən deyir ki, yumurta hüceyrə bədən orta hissəsində spermatozoidlərdir, ən çox qolcuqlar olan sahəsində əmələ gəlir və bir fərdin spermatozoidləri üzərək qamçı vasitəsilə gəlib digər fərdin yumurta hüceyrəsini mayalandırır. Mayalanmadan sonra dişi hidra ölür. Və erkən yazda mayalanmadan sonra dişi hidra ölür və yəni yetkin fərd ölür, belə deyim. Yazda başlayır ondan yeni fərdlər yaranmağa. İndi məsələn testdə belə bir sual var idi ki, məsəl üçün deyirik ki, qışda deyə bilərik biz hidraların sayı artır. Bəzən o dəqiqə tez fikirləşirik ki, hə, qışda əlverişsiz şəraitdir. Məsəl üçün əlverişsiz şəraitdə hidranın sayı arta bilərmi? O dəqiqə düşünəcək ki, əlverişsiz şəraitdə cinsi yolla çoxalırsa artır. Amma xeyr, artmır. Niyə artmır? Düzdür, əlverişsiz şəraitdə cinsi yolla çoxalır deyirik. Amma cinsi çoxalmanın bir hissəsi gedir. Mayalanma gedir, zigot əmələ gəlir, yəni mayalanmış yumurta hüceyrə əmələ gəlir. Lakin yetkin fərd ölür və mayalanmış yumurtalar qışı keçirdirlər. Yəni görürsünüz, əlverişli şərait olanda, yazda, əlverişli şəraitdə başlayır bölünüb çoxalmağa və fərd sayı artmağa. Ona görə də qışda görürsünüz, deyirik ki, xeyr, artmır. Deməli, əlverişsiz şəraitdə cinsiyyət hüceyrələri, cinsi çoxalmanın bir hissəsi gedir, qametlər yaranır, mayalanma prosesi gedir, mayalanmış yumurta hüceyrə qışı keçirdir, amma yazda başlayır inkişaf eləməyə. Ona görə deyik ki, bu yosunlarda da belədir müəllimlər. Baxın, indi yosunları keçəndə deyəcəm, xlamidomonadada, lotrixdə də belədir. Deyirik ki, əlverişsiz şəraitdə cinsi yolla çoxalır. Amma zigot əmələ gəlir, sonra başlayır qışı keçirtməyə. Cinsi çoxalma prosesi belə deyək də, əlverişsiz şəraitdə getsə də, yeni fərdlərin əmələ gəlməsi, yəni yeni fərdlərin əmələ gəlməsi prosesi harada gedir? Əlverişli şəraitdə gedir. Yəni, əlverişsiz şəraitdə hidraların sayı azalır müəllimlər. Fikirləşməyin ki, cinsi çoxalma prosesi əlverişsiz şəraitdə gedir, deməli artır. Xeyr, əksinə azalır. Çünki cinsi çoxalmanın bir hissəsi gedir, əmələ gələn mayalanmış yumurta hüceyrə, yəni yumurta mərhələsində qışlayır hidra. Qışı keçirdir, yazda başlayır inkişaf eləməyə. Deməli, say artımı yenə daha vaxt gedir, əlverişli müddətdə gedir deyirik. Ona görə də yenə də deyirəm, əlverişsiz müddətdə hidraların sayı artmır deyirik. Bir də bir şey deyim müəllimlər, yadımdan çıxdı onu demədim. Tumurcuqlanma yolu ilə çoxalma zamanı birinci əmələ gəlir, ilk dəfə bağırsaq boşluğu adlanan boşluq əmələ gəlir, ən axırda döşənək əmələ gəlir. Yəni belə deyim də, sizə sual olsa ki, birinci olaraq tipin əlamətləri yaranır, yoxsa növün əlamətləri yaranır. Tipin əlaməti bağırsaq boşluğunun olmasıdır. Növün əlaməti isə döşənəyin olmasıdır. Yəni bütün nümayəndələrdə axı döşənək yoxdur. Bağırsaq boşluqlar tipinin bütün nümayəndələrində döşənək yoxdur da. Ona görə də hidranın qeyri-cinsi yolla, yəni tumurcuqlanma yolu ilə çoxalması zamanı birinci tipin əlaməti yaranır, bağırsaq boşluqlar tipi. Daha sonra isə nəyin əlaməti yaranır? Növün əlaməti yaranır. Yəni döşənək əmələ gəlir, növün əlaməti yaranır. Və cinsi çoxalma prosesində qeyd etdik ki, hansı mərhələdə qışlayır? Mayalanmış yumurta mərhələsində qışlayır və əlverişsiz şəraitdə say artımı baş vermir. Əlverişli şəraitdə say artımı baş verir dedik. Və bir də bir şey qeyd edeyim ki, bax, hidralar hansı yolla inkişaf eləyirlər? Düzünə yoxsa dolayı yolla desə, deyirsiniz ki, deməli, düzünə yolla. Çünki bunlarda sürfə mərhələsi yoxdur. İndi biz inşallah, çoxanlı ontogenezdə sizlə keçmişik. Postembriyonal inkişafın iki mərhələsi var. Düzünə, dolayı. Yəni yadınızda demişdik, sürfənin olub olmamasına görə iki qrupa bölünür. Sürfəsi yoxdursa düzünə, yəni dünyaya gələn fərd
öz valideyninə oxşuyursa düzünədir, sürfə yoxdur. Yox, öz valideyninə oxşamırsa, dolayı yolla gedib ona çatırsa, sürfə mərhələsi varsa dolayıdır. Və dolayı inkişafında özünü iki qrupa bölürdük. Tam və qeyri-tam, yəni natamam metamorfoz. Natamam, yəni qeyri-tam metamorfoz o metamorfoz idi ki, bunlarda sürfə var idi, amma belə deyək də, bunlar necə olurdu? 3 mərhələ, yumurta, sürfə, bir də yetkin fərdi olurdu. Məsəl üçün, çəyirtkədə olduğu kimi. Lakin sürfə öz valideynindən kiçikliyinə görə fərqlənirdi. Lakin tam metamorfoz ona deyirdik. Məsələn, balıqlarda, suda qurda yaşayanlarda və digər iki qanatlılar, pulcuq qanatlılar, sərt qanatlılar yadınızdadırsa, həşəratlarda 4 mərhələ idi. Yumurta, sürfə, pop, yetkin fərd. Lakin balıqda və qurbağada deyirdik ki, sürfə valideyninə oxşamırsa, buna da tam metamorfoz deyirdik. Sürfə valideyninə oxşamır. Çömçə quyruq qurbağanın sürfəsi və balığın sürfəsi öz fərdinə oxşamır. O da tam idi. Lakin çəyirtkədə sürfə var idi. Dolayı inkişafda, lakin öz valideyninə oxşuyur deyənə tam yox. Bunu götürürdük qeyri-tam, yəni natamam metamorfoz. Və şirin su hidrasında da inkişaf düzünə yolla gedir. Çünki şirin su hidrasının sürfəsi yoxdur. Yumurtadan nə çıxır? Kiçik hidralar çıxır. Görürsünüz, hidralar, sürfə çıxır demirik. Ona görə də inkişaf necədir? Düzünə inkişafda deyirik. Müəllimlər, bunu dönə-dönə bir də qeyd edirəm. Yadımızda qalsın. Hidra cinsdir. Şirin su hidrası növdür. Hidra cinsində ayrı cinsli nümayəndələr də var. Hermafrodit nümayəndələr də var. Hidra cinsinin ayrı cinsiyyətli nümayəndələrində əlverişsiz şəraitdə 5 deməli deyəcəyik ki, bunlarda deməli 6 qrup 7 növ hüceyrəyə rast gəlinəcək. Ya spermatozoid olacaq, ya yumurta hüceyrə. Lakin hermafrodit nümayəndələrində 6 qrup 8 növ. Çünki həm spermatozoid olacaq, həm yumurta hüceyrə. Hidra cinsinin şirin su hidrası növüdür. O hermafroditdir, amma mayalanması necə gedir? Çarpaz gedir deyirik. Deməli, şirin su hidrasında dedik ki, qametlər yaranır. Bədən orta tərəfində yumurta hüceyrə, qolcuqlar olan hissəsində ən çox spermatozoid, qametlər yaranır. Mayalanma prosesi suda gedir. Mayalanma suda gedir. Mayalanmadan sonra hidra, yetkin fərd ölür. Yumurtalar suyun dibinə düşüb, qışı yumurta mayalanmış yumurta mərhələsində qışı keçirdir. Ona görə sayı artmır əlverişsiz şəraitdə. Cinsi çoxalmanın bir hissəsi gedir, amma sayı artmır. Yazda cavan yumurtalardan cavan hidralar çıxır, sürfə çıxmır. Buna görə də inkişafı nədir? Düzünə inkişafda deyirik. Hərəkəti bayaq da qeyd etdim ki, polip adlanır. Polip çox ayaqlı deməkdir və az hərəkət edən nümayəndələrdir. Mayallaq aşaraq hərəkət edir. Hərəkət zamanı gəh döşənəyini, gəh də qolcuqlarını yerə dayayır dedik. Regenerasiya orqanizmin itirilmiş və zədələnmiş hissələrinin bərpası prosesidir və ilk dəfə olaraq məhz regenerasiya prosesi də hidrada əmələ gəlib. Deməli, görürsünüz, refleksi dedik, regenerasiyanı deməmişdik, regenerasiyada. Deməli, ilklərin içərisində bunları da daxilləyirsiniz. İlklər nə oldu? Proterozoy erasında yarananlar bağırsaq boşluğu, qastrula mərhələsi, iki qatlı bədən, rüşeyn vərəqələri, ektoderma, endoderma, hüceyrə ixtisaslaşması, sinir hüceyrəsi, dalayıcı hüceyrə, dərə-zələ hüceyrəsi, aralıq hüceyrə, cinsiyyət hüceyrəsi deyə bilərik, yox. Cinsiyyət hüceyrələri infizor tərlikdə də var idi da, cinsiyyət hüceyrələri. Sonra malyariya paraziti, yox, cinsiyyət hüceyrəsi, infizor tərliyi, malyariya parazitində demişdik də, mikroqamit, makroqamit, cinsiyyət hüceyrələri. Sonra şüalı simmetriya dedik, sadə quruluşlu refleks dedik, regenerasiya dedik. İlk dəfə yarandı kimdə? Bax, bu tipin nümayəndələrində yarandı deyirik. Sonra ayrı cinsiyyətlik deyə bilərikmi? Bəli, sapqurtları götürürlər ayrı cinsiyyətli, xeyr, amma ilk dəfə olaraq ayrı cinsiyyətlilik də bağırsaq boşluqlar tipində yarandı. Hermafroditlik bağırsaq boşluqlar tipində yarandı. Eyni zamanda da regenerasiya. Orqanizmin itirilmiş və zədələnmiş hissələrinin bərpasına regenerasiya deyilir və regenerasiya müəllimlər 3 səviyyədə baş verə bilir. 1. Orqanizm səviyyəsində,
Buna heyvanlarda biz fragmentasiyada dedik. İki, dedik ki, orqan səviyyəsində və toxuma səviyyəsində. Məsəl üçün, bizdə toxuma səviyyəsindədir. Qaraciyərimiz regenerasiya, toxumaları bərpa etmək qabiliyyətinə malikdir. Orqan səviyyəsi, məsəl üçün, kərtənkələdə orqan səviyyəsindədir. Quyruğu qopduqda bərpa edilir. Lakin süngəllərdir, bağırsaq boşluqlardır, yastı qurtlar tipidir, dəniz ulduzudur, həlqəvi qurtlardır, bəzi xordalılardır. Hətta bunlarda da orqanizm səviyyəsində regenerasiya qabiliyyəti var. Yəni, bunlarda özdə bir də bir şey qeyd edim ki, bunlarda regenerasiya qeyri-cinsi çoxalmaya xidmət eləyir. Yəni, sual olunsa ki, qeyri-cinsi çoxalmanın hansı üsullarına rast gəlir? Bir, tumurcuqlanma, bir də regenerasiya. Yəni, regenerasiyanın bir növü heyvanlarda fragmentasiyadır. Deyir ki, bu qeyri-cinsi çoxalmanın bir növüdür. Yəni, vegetativ çoxalma kimi gedir. Qeyri-cinsi çoxalmanın hansı üsulu? Vegetativ çoxalmanın bir üsulu da fragmentasiyadır. Həm fragmentasiya var, vegetativ çoxalma, həm də tumurcuqlanma gedir. Yəni, bu bağırsaq boşluqlar tipində. Yəni, qeyri-cinsi çoxalmanın iki forması, tumurcuqlanma və vegetativ çoxalmanın da forması olan fragmentasiya. Demək, müəllimlər, hidranın bədənini bir neçə hissəyə bölüb akvaryuma tullasaq, amma orada yırtıcı olmasın, çalışmaq lazımdır ki, nə baş verəcək? Hər hissədən yeni bərpa olunan hissələr əmələ gələcək və baxın, iki yerə bölübdür, hər bölgüdən bir hidra yaranıb deyirik. Müəllimlər, biz dedik ki, bağırsaq boşluqlar tipinin az hərəkətli nümayəndələri polipdir, fəal hərəkətli nümayəndələri isə meduzadır. Meduzanın tərkibinin 90% sudur. Meduzaların tərkibinin 90% sudur deyirik və meduzalarda reaktiv hərəkət var, amma bütün nümayəndələrində yox. Məsəl üçün, nümayəndələri hansılardır? Aureliyadır, sianiyadır, qulaqlı meduzadır, ropilemadır, stavromeduzadır. Məsəl üçün, stavromeduzada hərəkət aktiv deyil. Yəni, bütün meduzalar aktiv hərəkət edir mi? Xeyr, yox. Məsələn, stavromeduza suyun dibinə yaşayır və üzə bilmir deyirik. Yırtıcıdırlar, belə ki, zəhərləri var bunlarında. Sonra deyirik ki, bunlarda, demək, baxın, bədən zəngə və ya çətirə bənzəyir. Çətirin altında ağız yerləşir. Ağzın kənarında qolcuqlar var bunlarda da. Çətirin kənarında deyirik ki, deməli, qara pigmentli gözcük var. İlk dəfə formalaşmış göz yastı qurtlardadır. Bu heç. İndi ağ planarda deyəcək ki, 2 ədəd gözü var. Amma qara pigmentli gözcüyü meduzada götürürük. Meduzanın bu bədəni deyir, çətirə və ya zəngə bənzəyir. Çətirin və ya zəngin altında ağız yerləşir. Mədə də oradadır. Ağız burada. Mədəni yox, ağzı deyək. Çətirin və ya zəngin altında ağız yerləşir deyirik. Ağzın kənarında da qolcuqlar var. Və bu çətirin kənarında qara pigmentli gözcüklərin adında elə burada qeyd edirik, burada çəkirik. İlk dəfə formalaşmış göz yastı qurtlardadır, amma qara pigmentli gözcüklər xüsusilə də Aurelia meduzası şəklində gördüyümüz Aurelia meduzasındadır. Və ağız da yenə çətirin altında yerləşir, onun yanında dalayıcı hüceyrələr var. Yenə bunlarda da eyni şeylər, iki istiqamətli həzm sistemidir. Ağız həm qidanın dolmasında, həm də həzm olunmayan qida qalıqlarının bədəndən kənarlaşdırılmasında iştirak edir deyirik. Bax, bu aktiniyan şəklidir, az hərəkətli forma, bu isə fəal hərəkətli forma olan meduzanın şəklidir deyirik. Və meduza burada yenə, baxın, günəşin altında uzun müddət qalarsa deyir, tədricən buxarlanaraq quruyur. Çünki tərkibinin çox faizi, yəni 90% nədir? 90% su təşkil edir. Su buxarlandığına görə məhz o da qurumaq qabiliyyətinə malik olur deyirik. Bu şəkillər də burada baxın, qolcuq, ağız çətirin altında yerləşir. Nümayəndələrini də yazıb. Bax, bu gördüyünüz də stavromeduzadır. Bəzi ədəbiyyatlarda var idi ki, bunlar dənizin dibində yaşayırlar və pasiv hərəkətsiz formalardır. Və meduzanın çoxalmağına baxaq, sonra digərlərinə keçək. Meduzanın çoxalması, bu şirin su hidrasıdır, hermafroditdir. Lakin meduzalar ayrı cinslidir. Deməli, ilk dəfə olaraq təkamül nəticəsində ayrı cinsiyyətlilik proterozoa erasında bunlarda meydana gəlib deyirik. Dişi və erkək fərdləri var. Demək dedik ki, meduzaların çoxalması ayrı cinslidirlər. Və meduzaların mayalanması prosesi müəllimlər, bax, ən gözəl şəkil elə budur, baxın. Meduzaların mayalanması prosesi suda gedir. Deməli, dişi fərdlərdə dişinin işarəsidir. Dişi fərdlər, dişinin işarəsi budur, erkəyin işarəsi budur.
Dişi fərdlərdə nə əmələ gəlir? Deyirik yumurta hüceyrə əmələ gəlir. Erkək fərdlərdə isə deyirik spermatozoid əmələ gəlir. Mayalanma prosesi suda gedir. Spermatozoidlər suya tökülərək yumurta hüceyrəni mayalandırır və mayalanma nəticəsində mayalanmış yumurta hüceyrə zigot əmələ gəlir və zigot sözünün mənası zigot birləşən cütlük deməkdir. Daha sonra zigotdan sürfə çıxır. Özü sürfənin adı planuladır. Görürsünüz, bəzən şeyə də oxşuyur o, infizor tərliyə və kənarlarında görürsünüz müəllimlər, kirpiklər var. Deməli, hidrada 3 hərəkət orqanoidi oldu, amma bütün bağırsaq boşluqları tipində 4 hərəkət orqanoidinin 4-ünə də rast gəlinir deyirik. Deməli, təkamüldə 4 hərəkət orqanoidinin 4-ü də harda əmələ gəldi? Deməli, qeyd etdik ki, proterozoy erasında. Ondan yalançı ayaqlar hidrada şeydə var idi, amöbdə, qamçı evqlenədə var idi, kirpik infizor tərlikdə var idi, miofibril isə ilk dəfə bağırsaq boşluqlar tipində yarandı deyirik. Deməli, sürfə söhbəti varsa, bunların inkişafı necə gedir? Dolayı gedir inkişaf. Və sürfə öz valideyninə oxşuyurmu? Xeyr, oxşamır. Ona görə də dolayının hansı forması? Tam metamorfoz. Eyni ilə qurbağada, balıqda olduğu kimi. Hidra dedik ki, düzünə, medoz isə dolayı inkişaf edir ki, sürfə mərhələsi var deyirik. Sürfə suyun dibinə çökür və hərəkətsiz polipə çevrilir. Baxın, müəllimlər, get-gedə poliplər, baxın, boşqab şəklində üst-üstə yığılıb. Və başlayır bu poliplərdən, fikir verin, yəni bunlar tumurcuqlanma yoluyla artaraq, bax, bura fikir verin, bax, bunlardan başlayır, bunların hər biri bir meduzaya çevrilməyə. Deməli, ardıcılığı bir də təkrarlayıram, bu kitabımızda olan şəkildir. Dedik ki, dişi fərddə yumurta hüceyrə, erkək fərddə spermatozoid əmələ gəlir, suda mayalanma prosesi gedir, mayalanmadan sonra planula adlanan üzəri kirpiklərlə örtülü olan sürfə çıxır, sürfə hərəkət eləyərək suyun dibinə çökür və burada hərəkətsiz polipə çevrilir. Polipin üzərindəki tumurcuqlardan, tumurcuqlanma yolu ilə, bax, hərəkətsiz polip budur. Polip tumurcuqluyur, çoxlu formalar əmələ gətirir və həmin tumurcuqlardan meduza sürfəsi əmələ gəlir. Meduza sürfəsi meduzaya başlanğıc verir. Təkrarlayıram. Birinci, ayrı cinsiyyətlidir. Yumurta hüceyrə spermatozoidlə birləşdi, əmələ gətirdi, mayalanmış yumurta hüceyrə zigot. O çevrildi bir sürfə planulaya. Planulanın bəzi ədəbiyyatlarda yazır ki, qidalanmır, amma kirpikləri var, aktiv hərəkət eləyərək suyun dibində çökür və hərəkətsiz formu olan polipə çevrilir. Bir var planula, bir var polip. Polipə çevrilir, polip hərəkət eləmir. Polipin üzərində tumurcuqlanma yolu ilə çoxlu artır, çoxalır və meduza sürfələri əmələ gəlir. Meduza sürfələri isə yetkin meduzaya başlanğıc verir deyirik. Və eyni zamanda qeyd edeyim ki, müəllimlər, bunların bir sinifi də dedik ki, mərcan polipləri sinifidir və mərcan polipləri sinifi bağırsaq boşluqlar tipinin ən geniş yayılan sinifidir, ən çox rast gəlinən sinifidir. Bunlar mərcan adaları, riflər də deyirlər, mərcan adaları və ya riflər əmələ gətirirlər. Dənizin dibində olurlar bunlar və kirət skeleti var bunların. Kirət skeletdən təşkil olunub bunlar. Kirət skeleti biz ibtidailərdə də dedik. Foraminiferlərlə radiolarilərdə kirət skelet kalsium kristallarından ibarət. Bunlarda da mərcan poliplərində deyirik kirət skelet. Sonra bunların nümayəndələri dedik ki, qırmızı mərcan polipləridir. Və bir də aktiniyadır. Gözəl çiçəyə, gülə bənzəyir deyirik. Aktiniyalar deyir, bəzən maliskların çanağında və xərçəklərin üzərində, xərçəklərin zirəhi üzərində yaşayırlar və onlarla simbiyoz həyat tərzi keçirdir. Yəni, onların üzərində yaşayırlar deyirik. Hərəkətsiz formalardır. Ən geniş yayılan sinifidir, bunları qeyd elədik. Aktiniyalar tək halda yaşayırlar. Mərcan polipləri koloniya halında. Baxın, müəllimlər, testlərdə suallar var ki, bağırsaq boşluqlar tipinin koloniya halında yaşayan nümayəndəsi. Bağırsaq boşluqlar tipinin koloniya halında yaşayan nümayəndəsi mərcan polipləridir. Qırmızı mərcan polipləri. Amma aktiniya necə yaşayır? Tək. Deməli, bunlar
koloniya halında yaşayır qırmızı mərcan polipləri, amma aktinia tək. Deməli, həm tək, həm də koloniya halında yaşayan nümayəndələri var. Qulaqlı meduza ilə ropleymadan isə qida kimi istifadə olunur. Yəni, qida kimi istifadə olunan formalardır. Yenə də qeyd edirəm, aktiniyalar xərçəklər və xərçəklərin zireh və mollyuskların çanağı üzərində simbioz həyat tərzi keçirdirlər və tumurcuqlanma yolu ilə çoxalırlar deyirik. Bax, bunların hamısı da burada yenə də var. Kiretiskeletə malikdir, bunu dedik. Sonra burada baxın, qeyd elədim bunları. Şirin su hidrası hermafroditdir, meduza ayrı cinslidir. Bu da müəllimlər sizin kitabınızda olan şəkillərdir və burada da nümayəndələr yenə yazılıb. Baxın, bağırsaq boşluqların hidrozoalar sinifi şirin su hidrası dip heyvanıdır. Yapışmaq üçün döşənəyi var və ancaq bu növ üçün səciyyəvi xüsusiyyətdir. Döşənək bir dənə hidradadır. Digər meduzalarda, aktiniyalarda yoxdur. Sfoid meduzalar dip heyvanlardır. Yəni dip heyvanlarda yadımızdadır. Biz ekologiya biosferi keçəndə orada planktonlar, nektonlar, bentozlar demişdik. Bax, bentozdur bunlar, fikir verin. Dibdə yaşayırlar bentozlar. Stavromeduzanın özü bentozdur. Sonra aktiv üzür Aureliya çətirin yığılıb açılması sayəsində və qara pigmentli gözcükləri var. Aktinlə tək halda yaşayır, bu da suyun dibindədir və mərcan poliplərdə kiretiskeletə malik nə deyir bunlar? Koloniya əmələ gətirən nümayəndələrinə daxildir. Müəllimlər, bax bunlar haqqında bu qədər. Sizin bağırsaq boşluqlarla əlaqəli sualınız varsa, mikrofonu açın, zəhmət olmasa buyurun. Yoxdursa yastı qurtlar tipinin bir hissəsini izah edeyim. Mənim axşamınız xeyir olsun. Axşamınız xeyir. Hamımızın axşam. Mənim orada, məsələn, bəzən orada deyirsiniz, o PDF-də o dediklər üçün o bəzi proseslər yox diyor orada. Gərək o video qulaq asaq da. Bəs video nəyə görədir ki, Elçin müəllim? Əlbəttə videoya qulaq asmalısınız. Yox, bilirsən nəyə görə deyirəm? Mənim ona görə ki, adam bəzən olası testad yazsan, adam belə vaxtı olmur, ona görə deyirəm. Elçin müəllim, mən dediyim sözlərin əksəriyyəti heç dərslikdə yoxdur müəllim. Mən onları ümumiləşdirmə aparıb, yəni çıxan nəticələrə əsasən deyirəm. Yəni onların hamısı mən bura yaza bilmərəm axı. O mənim birsiz olan bilgilərdir da. Yəni onların hamısını ümumiləşdirib testlərə nə düşə bilər sizə deyirəm. Məntiqə əsasən deyirəm. Onlar nə dərslikdə yoxdur, nə də onun mən hamısını bura yazmaq mümkün deyil da. Yəni amma şəkillər əsasında keçirilən hissələri birləşdirib, ümumiləşdirib deyirəm sizə. Yox, mənimə bağışlayın, mən sizə yestadı öyrətmirəm, nədir? Yox, öyrətsəz nə olasınız ki, müəllim, narahat olmayın, buyurun. Yox. Məsələn, mən prosta deyirəm ki, yəni bəzən elə olur, mənim açığın deyən də bizim indi zamanımız gedir də. Adam elə olur ki, onu həm yaza bilmirik, niyə görə yaza bilmirik? Siz dərsiz də eləyirsiniz, onu üsbət eləmək olmur da. Prosta sadəcə olaraq olar ki, bu dediklərinizdən hansısa kitaba o PDF-lə qarşı ona da müraciət edək, belə deyək də. Bilsiz müəllim, onu mən gərək mən köçürəm harasa, ondan sonra bura PDF şəklində qoyam. O yenə də deyirəm Elçin müəllim. Onu o ümumiləşmədir də. İndi mən bilmirəm siz hansı hissəni dediniz. Siz nəyi deyirsiniz ki, məsəl üçün dərslikdə yoxdur? Yox, məsələn orada, məsələn PDF-də biraz, məsələn orada sadəcə olaraq yazılıb, mən əslində PDF-i bilirdim. Orada yazılıb belə hidrata 5-12 qolcuğun olması. Necə? Bir də o çoxalmada, elə oradakı çoxalma bəhs eləyir, PDF-dəki çoxalmaya yenə video qulaq asmaq lazımdır. Aydın məsələdir ki, orada məsələn deyir ki, cinsi çoxalma, qeyri-cinsi çoxalma. Qeyri-cinsi çoxalma həm də tumurcuqlanmada. Orada cinsi çoxalmada da dedikdə özümüz də bilirik. Məsələn, bir var hermafrodit, hidradır. Ancaq o bizdə belə ayrı cinsiyyətlə. Elə bunlar bəhs edir, o prosesin gedişində bilmək lazımdır. Məsələn, tumurcuqlanmada deyə qabarcıqlarına belə. Bəli, Elçin müəllim, baxın. Məsəl üçün gəlir, üzr istəyirəm, sözünüzü kəsirəm. Məsəl üçün gəlir testdə soruşur ki, hidranın tumurcuqlanma yolu ilə çoxalması zamanı çıxacaq belə testlər qarşınıza. Birinci hansı hissə əmələ gəlir? Bax, bu şəkilə fikir verin. Düzdür, onu sözlə kitaba yazmayıb. Amma tipdirsə, bağırsaq boşluqlar tipidirsə, birinci tipin əlamətləri üzə çıxmağa başlayır. Məsəl üçün, yadınızdadır, mən sizə keçəndə çoxalma ontogenez idi, yoxsa yox. Səhv eləmirəmsə makro təkamüldə biogenetik qanun keçmişdim. Yadınızdadır, deyirdik, birinci olaraq tipin əlamətləri meydana çıxır, ən sonda növün əlamətləri. O sistematik kateqoriyalar var idi, növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm.
Birinci aləmin, sonra tipin, sonra sinifin, get-gedə axırda növün əlaməti. Bax hidranın bu, Aynen müəllimə. bəli, Bir de orada mən bir dənə o vaxtda mən ümumiyyətcə bu vaxta qədər kitabları yığmışam. Bilirsən bu danışdıqları hansı kitaba bilmirəm, sizdə var. 2011-in tekstologiyası var. Bax o dediğiniz prosesler demək olar ki, axırı o kitabı tapmışam, onda var. Tekstologiya diye. Hə. Tek yazılı zoologiya. 2011-in kitabıdır. yox, mən Bir yalan geniş deyərəm. yazılı odur. Hə, yox, bilmirəm hansı kitabdadır. Yəni bu testlərə istinad eləyərək mən bunları danışıram, həm də ki, məsəl üçün deyir, birinci nə əmələ gəlib, şəkildən də görürsüz ki, birinci bağırsaq boşluğu tip olaraq boşluğa əmələ gəlib, sonda döşənək əmələ gəlib. Döşənək də növün əlamətidir. Yəni bu ancaq şirin su hidrasında var bu döşənək. Yəni bax belə suallar düşür deyənə bunları. Sonra bax buradan baxanda görürsüz ki, spermatozoidin qamçısı var. Məsəl üçün deyir nəyə oxşuyur? İbtidai qamçılılara oxşuyur. Yumurta hüceyrəsini görürsüz, yalançı ayaqları var. Hərəkət orqanoidi var da. Yəni o da amöbə bənzəyir. Məsələn, şəkillərə əsasən danışıram ki, şəkillər də bilirik də testlərə düşür. Əslində o PDF-də həm gözəldir, orada endotermik qatda olan Bəli. hamısı var, orada eksoderma. Bəzi şeylər var, adam biraz ona görə deyirəm, adam biraz ona görə sual verir. Hə. O qəşəng sinir hüceyrəsi hamısını xırdalayırsınız. O Bəli. hamısının funksiyalarını deyirsiniz. Bəli. Biz bəzi şeylər baxıram, biraz uzun getdi, ona görə Hə, bilirəm, Elçi müəllim, kitaba baxırsınız rahatdır, amma görürsüz testlər necə məntiqli düşürsə. Ona görə də məsəl üçün bax testdə sizə deyir ki, ən çox xarici qatda ən çox hansı hüceyrəyə rast gəlinir. Deyirik ki, hansı olar? Axı dəri əzələ deyəndə dəri bütün bədəni örtür axı. Bütün bədən, bir var aralıq, bir var cinsiyyət, bir var sinir, amma dəri əzələ örtüyünə əmələ gəlir. Məsələn, biz insanda da deyirik ki, insanın ən böyük orqanı dəridir. Çünki bütün bədəni örtür. deməli, ən genişi dəri əzələdə. Ən çox, xarici qatda ən çox rast gəlinən hüceyrə dəri əzələ. Bir dənə də orada bir şey var da, məsələn, deyək ki, dalayıcı hüceyrələr var ha. Bəli. Baxın, dalayıcı hüceyrələr də yazır bədənin bütün yerlərində. Yox, müəllim, yox. Bədənin bütün yerlərində yoxdur. Deyir, dalayıcı hüceyrələrə ən çox qolcuqlar yerləşən hissədə rast gəlinir. Amma nə qədər çox olsa da, axı dəri əzələ qədər ola bilməz. Dəri əzələyə siz fikir verin. Fikir verin, bütün, baxın, dəri əzələ, bütün, qoy burada göstərim, yaxşı görünən yerdə. Dəri əzələ, bax, budur Elçin müəllim, fikir verin. Bax, bütün bədəni örtür. Baxın, görün nə qədərdir. Amma dalayıcı hüceyrənin sayını nə qədər verib? Bax, bir dənə burada dalayıcı hüceyrə göstərib. Amma dəri əzələyə baxın. Bax, bunların hamısı dəri əzələ. Görürsünüz, şəkildən də, əslində mən şəkilə baxıb danışmışam. Bunların hamısını kitab qeyd eləməyib. Amma şəkilə baxanda görürsünüz. Bəli. O cümləni deyəndə sizə müəllimə, mən onu orada yazıb bədənin hər yerində, Bəli. xüsusən qolcuqlarında, mən onu belə onda... Aysa, indi fikir verin. Deyir, dalayıcı hüceyrəyə bədənin hər yerində rast gəlinir. Xüsusilə də qolcuqlar yerləşən hissədə. Amma demir ki, bütün bir var bədəni belə örtə, fikir verin. Sıx örtə, bax. Bir də var ki, bədənin hər yerində rast gəlinir. Yəni, döşənəkdə də ola bilər qolcuq, amma ən çox qolcuqda. Amma buna baxın, bu bütün örtüb bədənini, fikir verin. Bunun sayı çox olar, yoxsa dalayıcı hüceyrə? Dalayıcı hüceyrəni görürsünüz, bir dənə göstərib. Onda dalayıcı hüceyrəni də düzərdi da, bura belə çoxlu. Bilərdi ki, hər yerində var. Mən sən ola bir də bağışdım. Buyurun. Görün, bir dənə də şey deyim, gör onu elə o cinsi çoxalma haqqında bunlar qane eləyər bizi. Bəli. Məsələn, yazıb əlverişli şəraitdə, tumurcuqlanma yolu ilə qısa qədərdə isti və belə deyək də, qışda bol olan dövrlərdə saplaq hissəsində qabarcıqlar böyüyür və uzanır. Bəli. Bəs edəcəkdir bu sözlər ona. Bəli, elə mən də onları dedim ki, bədənin təxminən orta hissəsində bir var yuxarı hissə, ağız olan, bir var döşənək, bir də var bu hissə, saplaq. Bədənin təxminən orta hissəsində, saplaq hissəsində əvvəlcə tipin əlaməti olaraq bağırsaq boşluğu adlanan qabarcıq əmələ gəlir. O getdikcə böyüyür. Baş hissəsində qolcuqlar ağız əmələ gələndən sonra qopub düşür. Ən sonda növün əlaməti döşənək əmələ gəlir. Mən ümumiyyətcə bu biologiya sistemində tumurcuqlanma yolu ilə maya göbələyidir. Bu da bir də deyəsən süngərlərdə də var. Bəli, tumurcuqlanma üsulu ilə çoxalma, tumurcuqlanma qeyri-cinsi çoxalmanın bir formasıdır. Yadınızda çoxalma ontogenezdə demişdim, neçə aləmdə rast gəlinir. Bir, göbələklər aləmində rast gəlinirdi. 2, heyvanlar aləmində, başqa heç birində. Heyvanlardan budur hidra, göbələklərdən də maya göbələyi. Mən onlarda bir dənə elə növ var da, oturaq həyat keçirən bir dənə plan, bir dənə növ var, deyəsən onun oturaq
Yox, oturaq Politdir də. Hə, oturaq həyat tərzi keçirdən, yəni oturaq deyəndə belə deyək də, az hərəkətli formaları polip adlanır. Bəli. Az hərəkətli. Bəli, bəli. Az hərəkətli polip. Polip də çox ayaqlı deməkdir. Meduzalar aktiv hərəkətlidir, amma stavromeduzadan başqa. Stavromeduza suyun dibində yaşayır. Bu nümayəndələrdən də bir dənə hidrina, stavromeduza tipi heyvanı gedir də, bunların ikisi gedir də tipi heyvanı. Bəli, bəli. Sən Allah bağışlayın. Yox, müəllim, narahat olmayın. Yəni, mən dedim axı, nə sualınız var, narahat olmayın. Digər müəllimlərdə soruşa bilərsiniz. Qaranlıq qalan məqamlar varsa, buyurun. Yoxdursa, yastı qurtların da bir hissəsini izah eləyim. Qalsın, qaraciyər sorusu, onlar qalsın. Bir dənə ağ planar... Bu adi anvemzadda keçməmiş ki, onlar da keçmişik də belə. Bəli, bəli. Keçmişik. Mən bir dənə də sizdən xahiş edirəm, imkan olsa. Buyurun, buyurun. Sən Allah, bu yastıq, mən bizdə bu PDF çıxartmaq problemidir. İmkan olsa, bu yastıq qurtlardan iki dənə də mənə PDF atarsın, olabilirsə sabırızda rayına getdim, gedim orada rahatsın. Yastı qurtları atmışam, Elçin müəllim. Yastı qurtlar var, mən sizə... Əldən getdiyimə görə ondan sonrakilərdə... Hə, bildim. Bax, mən sizə atmışam. Bir hüceyrəli heyvanları da attım. Bağırsaq boşluqlar, yastı qurtlar, saq qurtlar, yastı qurtlar PDF-in axırındadır. Saq qurtlar oradadır. Mən sizə atacağım həlqəvi qurtları, malyuskaları, bir də buğmayaqları. Mənim bir də sizə bir dənə kənara çıxmaydı. Buyurun, buyurun, buyurun. Sən Allah bağışla o vaxt. Buyurun, buyurun. Mənim bu çəltik düydə, çəltik həmişə suda qoyur. Bəli, bəli, bəli. Mənim əgər hər hansı bir deyək, ağzına qədər doldurulmuş... Bəli, çəltik də deyirlər, Elçin müəllim, çəltik də deyirlər, düyü də deyirlər. Suda yaşayan bitkilər suda həll olmuş oksigenlə kifayətlənirlər. Əgər ağzına qədər su ilə doldurub, həmin çəltiyi, pişik quyruğunu, suda olan toxumları ağzına qədər su ilə doldurub ora tullasaq, onlar orada cücərəcək. Amma lobiyanı ağzına qədər doldurub qoysaq ki, cücərsin, cücərməyəcək. Çünki lobiyanın tərəfisi üçün bu suda həll olmuş, yəni suyun içindəki oksigendən kifayətlənmir. Amma çəltik və ya düyüdür, pişik quyruğudur, yəni su bitkiləri həmin o suda cücərə bilirlər, bəli. Mənim bağışdan üzr istəyəm. Yəni testlərdə səhvlik ola bilər də, bəzən ola bilər də, testlərdə səhvlər olsun. İndi hansı sualdır siz deyin, mən deyim. Orada yazı mənə bir təsadüf arası gəldi. Bəli. Yəni düzdür, ona vaxtlar keçəcək inşallah. Burası təsadüf yazır orada, onu yalan götürür də, yazı olmaz, belə deyək də. Ancaq olar axı. Hansını? Mən elə düşünürəm. Yazıb ki, məsələn, ağzına qədər doldurmuş suda çəltik cücərə bilməz. Axı cücərə bilər. Bir də başqa hansı bitkilər var Elçin müəllim? Çəltikdir, sonra nədir? Düyü yəni. Orada çəltikdir, noxuddur. Bir də qoy bir dənə baxım onlardan. Baxın, noxud cücərə bilməz. Noxud cücərə bilməz. Hansı cücərə bilər? Məsələn, pişik quyruğu cücərə bilər. Qoy deyim də orada. Buyurun. Məsələn, çəltikdir, sonra ikinci buğdadır, bir noxuddur. Üçündən söhbət gedir. Hə, üçündən deyir, hansı ağzına qədər doldurulmuş suda cücərə bilməz, düzdürmü? Buğda cücərə bilməz, noxud cücərə bilməz da, biz aydın məsələdir. Başqa, elə üçüdür Elçin müəllim, başqa yoxdur. Bəli, üçüdür. Ancaq məsələn, mən elə fikirləşirəm, bu test səhvdir. Sən Allah vaxt uzaldı, bir təsadüfün arası gəldi, elə belə dedim, ona görə dedim. Vaxt uzaldı. Çəltik və ya... Ona görə dedim ki, qoy dəqiqləşsin. O sual səhv idi əslində qalanda, ona görə dedim sizə. Hə, ola bilər. Yenə də deyirəm, suyun içində yaşayan bitkilər ki var, su bitkiləri. Onlar suyun içərisində, onun ağzını, qabın ağzına qədər su ilə doldursa, onlar orada inkişaf edə bilirlər. Siz testi yenə də atarsınız Elçin müəllim, olduğu kimi qrupa atın, dərsdən sonra bir də baxarıq. Məsələn, noxuddur, buğdadır. Hə, yox, narahat olmayın. Noxuddur, buğdadır, onlar cücərə bilmir, o heç. Mənim bizdə bir də ki, bu indi PDF atıb sizə baxarsınız. Bəli, bəli. Demək olar ki, orada bizim orada bir 10% video qulaq atmaq, bəzi şeylər yoxdur, orada belə deyək də, elə əksəriyyəti var da, bəli. Var müəllim, bəli, PDF-də var, digərlərində yenə videoya qulaq asanda orada qeydiyyatlarınızı apararsınız. Yəni, assaz yaxşı olar da, bir də qulaq assaz yaxşı olar videoya. Mənim düzdür, qulaq əla demişim, prosta bəzən adam zaman tapa bilmir, vaxt tapa bilmir, ona görə dedim bilməzsən, neyib yox. Yaxşı. Yaxşı müəllimlər. Digər sualınız varsa... İnşallah mənim qutaranda ola bilsin, bir iki də yenə sual verə bilirəm. Olar. Narahat olmayın. Müəllimlər, başqa sualı olan varsa buyursun, yoxsa
Yastı qurdları davam eləyək. Davam edeyim müəllim. Hə, oldu. Yaxşı, yastı qurdları müəllimlər, mən sizə bilirsiniz hara qədər oxuyacaqsınız. Yastı qurdları siz bax bunları oxuyacaqsınız, amma proseslər qalasıdır. Yəni mən bura qədər izah eləyəcəm. Buradan o tərəfi gələn dəfə. Bax bu da epidemiologiyadır müəllimlər. Yadınızdadır demişdim, epidemiologiyanı keçdikcə deyəcəm. Bax bunların hamısı epidemiologiyadır. Bu da mikrofonları bağlayın zəhmət olmasa. Bu həyat dövriyyəsini növbəti dərs inşallah. Qurdların həyat dövriyyəsini növbəti dərs keçəcəm. Keçirik növbəti tipə, yastı qurdlar tipi. Adından göründüyü kimi müəllimlər, yastı qurdlar tipinin adından göründüyü kimi bu heyvanların bədəni yastılaşıb. Deyir ki, bədən bel-qarın istiqamətində yastılaşıb. Və testdə belə bir sual vardı ki, ilk dəfə olaraq təkamül nəticəsində bədənin bel və qarın tərəfi əmələ gəlib. Görürsünüz, deyirəm, bədən bel-qarın istiqamətində yastılaşıb. Deməli, bədən bel-qarın istiqamətində yastılaşıbsa, bunları götürürük. Təkamül nəticəsində ilk dəfə olaraq bədənin bel tərəfi, qarın tərəfi hansı tipdə əmələ gəlib? Yastı qurdlar tipində əmələ gəlib. Heyvanlar aləminin 23 tipində olduğu kimi, eləcə də yastı qurdlar tipi də Proterozoa erasında əmələ gəlib. Tip 3 sinifə bölünür. Kirpikli qurdlar sinifi, bunlar sərbəst həyat tərzi keçirdən nümayəndələridir və nümayəndəsi ağ planaridir. Sorucu qurdlar sinifi, qaraciyər sorucusu, lent şəkilli qurdlar sinifi, öküz soliteri və dənəvər exnikoqudur. Bunlar isə, yəni sorucu qurdlarla lent şəkilli qurdlar isə parazit həyat tərzi keçirdən nümayəndələridir. Və qeyd eləyək ki, dedim ki, ilklər nədir? Yəni, bunlarla bərabər əmələ gələn ilklər. Bu ilklərin özü də, yəni ilk dəfə əmələ gələnlər eyni Proterozoa erası götürəcəksizə. Çünki tip Proterozoa erasında əmələ gəlib. Bax nədir? Deyirik ki, bədənin bel-qarın istiqamətində yastılaşması. Bu bir. Təkamül nəticəsində ilk dəfə olaraq bədənin bel və qarın tərəfinin əmələ gəlməsi. Bu iki. Mezoderma deməli, qatının əmələ gəlməsi. Biz 3 rişeym qatı demişdik də. Ektoderma, endoderma, mezoderma. İlk dəfə olaraq mezoderma qatı əmələ gəlib və mezoderma qatı əmələ gəldiyinə görə neyrulla mərhələsi ilk dəfə bunlarda əmələ gəlib. Demişdik, blastula, gastrula, neyrulla. Gastrula ilk dəfə dedik ki, blastula, gastrula bunlar bağırsaq boşluqlarda, neyrulla yastı qurdlar tipində. 3 rişeym təbəqəsi var idi. Ektoderma, endoderma, mezoderma. İlk dəfə mezoderma əmələ gəldi bunlarda. Sonra dəri əzələ kisəsi, bayaq da demişdim. Niyə dəri əzələ kisəsi deyirik? Bədən xaricdən bir qatlı epitellə örtülür. Bir qatlı epitelin altında birinci həlqəvi əzələ, sonra uzun əzələ yerləşir. Və əzələlər, həlqəvi uzun əzələlər dəriyə birləşərək dəri əzələ kisəsini əmələ gətirir. Bax, dəri əzələ hüceyrəsi ilk dəfə bağırsaq boşluqlarda, dəri əzələ kisəsi bunlarda əmələ gəlib deyirik. Sonra həlqəvi qurdlarda da deyəcəyək, yaxşı inkişaf etmiş dəri əzələ kisəsi, dərinin altı bir qatlı epiteldir, altında birinci həlqəvi, sonra uzun əzələlər. Bu, hansı birincidə o da düşür ha. Lakin sap qurdlarda deyəcəyik, ixtisar olunmuş dəri əzələ kisəsi. Niyə görə? Çünki sap qurdlarda yalnız uzun əzələlər var, həlqəvi əzələlər yoxdur. Ona görə ixtisar olunmuş dəri əzələ kisəsi deyəcəyik. Deməli, dəri əzələ kisəsi dedik. Toxuma orqan strukturu ilk dəfə bunlarda yarandı. Deməli, toxuma orqan səviyyəsində bunları öyrənə bilərik. Hüceyrə nəzəriyyəsinin 4-cü müddəasını bunlara aid eləyə bilərik. Heyvanlar aləmində sitologiyanı keçəndə də demişdim. İlk dəfə toxuma orqan strukturu yastı qurdlar tipində yarandı. Niyə? Orqanlar sistemi, hansı orqanlar sistemi? İlk dəfə olaraq həzm sistemi bunlarda yarandı. İlk dəfə olaraq sinir sistemi bunlarda yarandı. İlk dəfə olaraq protonefridional tipli deməli, baxın, protonefridi. Pro ilk, əvvəl deməkdir. Nefridi də nefrondur. Yəni, böyrəyin struktur vahidi nefron, nefridi. İlk dəfə olaraq protonefridional tipli sinir ifrazat sistemi bunlarda yarandı. Cinsiyyət sistemi bunlarda yarandı. Görürsünüz, toxuma və orqan sistemi yarandı. Sinir sistemi bunlarda nə şəkillidir? Sütun şəkilli sinir sistemi yarandı bunlarda. Sonra iki tərəfli simmetriya yarandı. İki tərəfli simmetriya nə idi? Yəni, əgər bədəndən xəyalən bir ox keçirsək, bədənin sağ tərəfi sol tərəfinin əksi kimi görünəcək. Elə bir güzgüdə baxıb necə öz əksimizi görürük? O. Və bunlardan sonra gələn bütün heyvanlarda insan qarışıq iki tərəfli simmetriya var.
Sonra ilk dəfə bunlarda yarandı, deyirik ki, məsəl üçün həzm sistemi yarandığına görə ilk dəfə bunlarda bağırsaq yarandı. Hüceyrəvi ağız, hüceyrəvi udlaq infizor təllikdə idi və planarin özündə udlağı var, özü də yaxşı inkişaf etmiş udlaqdır və udlağı ağızdan kənara çıxa bilir. Bağırsaq yarandı, amma bağırsaqları 3 şaxəli idi. Bir şaxəsi önə, 2 şaxəsi arxaya. Amma bağırsaq kör qurtarır. Yəni anal dəliyi yenə yoxdur. Ağız həm qidanın udulmasında, həm də həzm olunmayan qida qalıqlarının bədəndən kənarlaşdırılmasında iştirak edir. Yenə deyəcəyik, bunlarda 2 istiqamətli həzm sistemi, yenə anal dəliyi yoxdur, yenə arxa bağırsaq yoxdur. Amma ilk dəfə olaraq bağırsaq bunlarda əmələ gəlib deyirik. Sonra sidik qovuğu. İlk dəfə olaraq ağ planarda yoxdur, amma qaraciyər sorusunda əmələ gəlib. Deməli, baxın, sidik qovuğu, yəni sidik dəriyi. Ağ planaridə ifrazat məhsulu bədənin istənilən yerindən xaric olur. Amma qaraciyər sorusunda ilk dəfə olaraq nə əmələ gəlib? Sidik qovuğu. Deməli, bir də sayıram ilkləri. Bədənin bel-qarın istiqamətində yaslaşması. Təkamül nəticəsində bədənin bel və qarın tərəfinin əmələ gəlməsi. Dəri əzələk kisəsinin əmələ gəlməsi, həlqəvi və uzunma zəllərin əmələ gəlməsi, mezoderma qatının əmələ gəlməsi, neyrulla mərhələsinin əmələ gəlməsi, toxuma orqan strukturu, sütunlu sinir sistemi, protonefridional tipli ifrazat sistemi, eyni zamanda həzm sistemi, cinsiyyət sistemi, sinir sistemi, sidik qovuğu, qaraciyər sorusunda sidik dəliyi, iki tərəfli simmetriya, bağırsaq ilk dəfə bunlarda yarandı deyirik. Bax, belə. Bundan başqa deyirik ki, müəllimlər, bunlar deməli, hermafrodit nümayəndələri də var. Məsəl üçün, dedim ki, kirpikli qurtlar sinifinin ağ planarı hermafroditli çarpaz mayalanır. Lakin led şəkilli qurtlardan olan, sorucu qurtlardan olan qaraciyər sorusu, led şəkilli qurtlardan olan öküz solteri, dənəbər ixnikoku, bunlar hermafrodit olsa da, bunlar çarpaz mayalanmır. Bax, demişdim ki, istisna haldır. Bunlar çarpaz mayalanmır. Bunlar özlərini mayalandırır. Bir də yadınızdadır, sitologiyanı keçəndə belə bir şey demişdik ki, heyvanlarda böyümə prosesi məhduddur. Bitkilər bütün ömrü boyu böyüyür, amma heyvanlar məhdud böyüyür. İstisna hal nə idi? Led şəkilli qurtlar sinifinin nümayəndələri, öküz solteri, dənəbər ixnikoku bütün ömrü boyu böyüyür. Yəni, buğumlar qırıldıqca, qopduqca yenisi əmələ gəlir. Yəni, bunlarda məhdud böyümə prosesi yoxdur demişdik. Bir də onu qeyd edək ki, kirpikli qurtlar sinifinin nümayəndəsi ağ planarı sərbəst həyat tərzi keçirdir. Sorucu qurtlarla led şəkilli qurtlar isə parazit həyat tərzi keçirdən nümayəndələridir demişdik. Və qeyd edeyim ki, bunlarda qan dövranı, tənəffüs sistemi yoxdur. Yəni, hələ bunlarda əmələ gəlməyib deyirik. Deməli, bəs bədən boşluğuna gələndə demişdim, ilk dəfə bağırsaq boşluğu, bağırsaq boşluqlar tipində. İlk bədən boşluğu sap qurtlarda, ikinci bədən boşluğu selom, həlqəvi qurtlarda. Bəs bunlarda boşluq varmı? Xeyr. Bunlarda bədən boşluğu yoxdur. Bəs onda orqanların arasındakı boşluqlar nə ilə doludur? Parenxima ilə doludur. Parenxima birləşdirici toxumadır. Yəni, bunların bədən boşluğu yoxdur. Bunlarda bədən boşluğunun yerində birləşdirici toxumadan əmələ gəlmiş parenxima var. Və nəzərimizə çatdırım ki, parenxima qoruyucu rol oynayır. Yəni, orqanları zədələnmədən qoruyur. Eyni zamanda parenximanın tərkibində ehtiyat qida maddəsi var. Yəni, o ehtiyat qida maddəsi rolunu oynayır. Deməli, bunların bədən boşluğu yoxdur və bədən boşluğunun yerinə birləşdirici toxumadan əmələ gəlmiş parenxima var ki, o da həm qoruyucu, yəni orqanları zədələnmədən qoruyur, eyni zamanda ehtiyat qida maddəsi rolunu oynayır deyirik. Sinir sistemi hansı oldu? Sütun burada düyünlü yazılıb müəllimlər. Sütunlu sinir sistemi. İlk dəfə olaraq düyünlü sinir sistemi ilk dəfə olaraq həlqəvi qurtlarda əmələ gəlib. Sütunlu sinir sistemi əmələ gəlib deyirik. Və hansı sistemlər oldu dedik? Sinir sistemi, sütun şəkilli sinir sistemi, cinsiyyət sistemi, həzm sistemi və ifrazat sistemi ki, bu da protonefridional tipli ifrazat sistemi əmələ gəlib deyirik. Bu dediklərimin hamısı müəllimlər, bax, burada yazılıbdır. Oxuyanda özünüz görəcəksiniz. Və orqanlardan hansı əmələ gəlib deyəndə, məsəl üçün, bunlarda hansı orqanlar əmələ gəlib deyəndə deyirik, ilk dəfə olaraq yaxşı inkişaf etmiş gözlər, qara pigmentli göz meduza da götürdük çətrin kənarında. Amma yaxşı gözlər bunlarda əmələ gəldi. Sonra dedim bağırsaq. Bağırsaq ilk dəfə bunlarda əmələ gəlib. Bağırsaq 3 şaxəlidir. Bir şaxəsi önə, 2 şaxəsi arxaya baxın. Bir şaxə önə, 2 şaxə arxaya doğru yönəlir və bağırsağı kör qurtarır.
Yəni adətən biz bağırsağı 3 hissəyə bölürük. Ön bağırsaq, orta bağırsaq, arxa bağırsaq. Ön və orta bağırsaq var, amma arxa bağırsaq ilk dəfə olaraq sapqurtlar tipində əmələ gəlib və arxa bağırsağın sonunda da anal dəliyi gəlməlidir. Arxa bağırsaq olmadığına görə bunlarda anal dəlik də yoxdur. İlk dəfə olaraq arxa bağırsaq və anal dəliyi sapqurtlarda əmələ gəlib. Bunlarda da yenə deməli iki istiqamətli həzm sistemidir deyirik. Yəni qida ağza daxil olur, ağızdan udlağa keçir, udlaqdan bağırsağa və təzədən təkrar ağza qayıdır. Bax, ilklərini dedik, ilk dəfə nələr əmələ gəldi. İndi gəlin keçək ayrı-ayrılıqda. Bax, parenxima zat hamısı Elçin müəllim. Bunların hamısı burada yazılıb, oxuyanda görəcəksiniz. Dediklərimin hamısı burada var. Deməli, tipi 3 sinifə böldük. Kirpikli qurtlar sinifi, sorucu qurtlar sinifi, lent şəkilli qurtlar sinifi və nümayəndələrini də yazıb hansı nümayəndələrdir. Gəlin birinci bunların xarici quruluşlarına baxaq. Bura qədər keçəcəm dərsi, ondan sonra yekunlaşdırıram. Xarici quruluşlarına baxaq, daha sonra xəstəliklərinin növbəti dəfə inşallah keçərik. Demək, müəllimlər, xarici görkəmi, məsəl üçün ağ planariya diqqətlə baxaq. Ağ planarinin birinci xarici quruluşda, üçün də şəklini burada verib və müqayisəli şəkildə baxaq. Ağ planarinin bədəni dedik ki, yastıdır və bel qarın istiqamətində yastılaşıb. Heyvan yarpağa bənzəyir, şəffafdır. Yəni, heyvanın bədəninə xaricdən baxanda təsəvvür edin ki, bağırsaqları görünür içəri tərəfdən. Bədən şəffaf formasında yarpağa bənzəyir. Bədənin ön tərəfi bir qədər kütlü, arxa hissə bir qədər sivridir. Eyni yaşıl evqlenada olduğu kimi. Və bədənin ön bu hissəsində, küt tərəfində 2 dənə gözü var. 2 göz var demişdik, yaxşı inkişaf etmiş gözləri var. Və deməli 2 dənə lamisə çıxıntısı var. 2 göz, 2 lamisə çıxıntısı. Və lamisə çıxıntıları hiss etmədə, lamisə hiss etmədə rol oynayır deyirik. Bədən xaricdən deməli dəri əzələ kisəsi ilə örtülüb. Yəni dəri əzələ kisəsi deyəndə də o da bir qatlı epiteldən təşkil olunub. Yəni baxın, bir qatlı epitel bax bu formada hidrada dəri əzələ hüceyrələri idi, bu formada düzülmüşdü. Bunlarda da bax bu da nüvələridir. Bir qatlı yastı epitel toxmasından təşkil olunmuş dərisi var. Çox qatlı yastı epitel hələ əmələ gəlməyib. Onun altında da birinci həlqəvi əzələlər yerləşir, halqavı. Həlqəvi əzəllər. Həlqəvi əzəllərin altında isə uzunlu əzəllər. Birinci həlqəvi, ikinci uzunlu. Bax, bunlar bir yerdə üçü birləşərək dəri əzələ kisəsini əmələ gətirir və ilk dəfə olaraq dəri əzələ kisəsi də məhz yastı qurtlar tipində əmələ gəlir dedik. Həlqəvi qurtlarda daha yaxşı inkişaf eləyib, eyni formadır, hərəkətində iştirak eləyir və sap qurtlarda ixtisar olunub. Onlarda həlqəvi əzəllər yoxdur, yalnız uzunlu əzəllər var. Və ağ planari həm bu dəri əzələ kisəsindəki əzəllərin hesabına, həm də bədənin üzərini örtən kirpiklər, görürsünüz, kirpikli qurtlar sinifi, kirpiklərin hesabına hərəkət edir deyirik. Bədənində iki tərəfli simmetriya var. Baxın, bədən boyu bir ox keçirsək əgər, heyvanın bədənində simmetriya var. Gözlər var, lamisə çıxıntıları var. Yəni, belə deyək də, sağ tərəf, sol tərəfin iki tərəfli simmetriya bu deməkdir. Güzgüdə əksi kimi görünür. İki tərəfli simmetriya bunlar və bunlardan sonra gələn bütün tiplərdə mövcud. Yəni, bütün yox, məsəl üçün, molluskular tipində yoxdur. Tutaq ki, ilbizdə iki tərəfli simmetriya yoxdur. Yəni, hamısını deyə bilmərik. Deməli, dedik ki, hissələrini bildik və bir də ağzı bunların harada yerləşir? Baş hissədə yox, ağız bədənin ortasında yerləşir. Ağızdan sonra udlaq gəlir. Özdə udlağı həzm sistemində ən yaxşı inkişaf etmiş udlaq bunlardadır və udlaq ağızdan kənara çıxa bilir. Şəkilə baxanda görünür, baxın. Udlağı ağızdan kənara çıxır. Udlaq həm yapışmaqda iştirak edir, yapışaraq şikarını sovurur. Həm də yaxşı inkişaf edib deyirik. Bax, bu oldu ağ planarinin xarici quruluşu. Qaraciyər sorusuna baxın, müəllimlər. Qaraciyər sorusunun bədənində yarpaq formasındadır, belqarın istiqamətində yaslaşıb. Eyni şey, buna da deyirik dəri əzələ kisəsi, eyni şeylər burada da var. Sadəcə olaraq bunlarda sormac var. İki dənə sormacı var. Qarın sormacı, ağız sormacı və qarın sormacı. Ağız sormacı həm yapışmağa, həm qidalanmağa iştirak eləyir. Qarın sormacı isə, iki sormacdan qarın sormacı isə yapışmağa xidmət eləyir deyirik.
Lent şəkilli qurtlar sinifinin nümayəndələri öküz soliteridir, bir də dənəvər exnikokudur. Ligula da var idi, artıq onu çıxardıblar. Lent şəkilli qurtlar sinifinin nümayəndələrinin öküz soliterinin bədəni 3 hissəyə bölünür və bütün ömrü boyu böyüyür. İstisna hal kimi heyvanlar aləmində yeganə heyvandır ki, bütün ömrü boyu böyüyür, yəni böyüməsi məhdud deyil. Bədən 3 hissəyə bölünür. Başçıq, boyuncuq, görək burada şəkildə varsa onun üzərində izah edeyim. Başçıq, boyuncuq, bir də demək, başçıqdır, boyuncuqdur, bir də nədir? Buğumlardır. Deməli, 1 başçıq hissə, 2 boyuncuq hissə, 3 buğumlar. Müəllimlər, başçıqda 4 dənə sormacı var. Baxın, öküz soliterinin başçığında 4 dənə sormacı var. Bir də var, dənəvər exnikokunda deyəcək ki, başçıqda 4 sormac və əzələli 2 qarmaq. Yəni, o şeydədir, exnikokdadır. Burada deyirik ki, 4-10 metr uzunluğu var. Deməli, 4-10 metr uzunluğu var və deyəcək ki, bədəni başçıq, boyuncuq və buğumlardan ibarətdir. Başçıqda 4 ədəd sormac və yerləşir. Exnikokda isə 2 ədəd əzələli qarmağı da var deyirik. Və bədən 1000-ə qədər buğumdan təşkil olunub. Yadımızda qalsın ki, ən qoca orqanı başçığı və boyuncuğudur. Yəni, indi mən sizə bu xəstəlikləri izah eləyəndə orada deyəcəm ki, öküz soliterində birinci finna adlanan sürfə olur. Yəni, qovuqçuq və ya finna ən uzun ömürlü sürfədir. O finnadan birinci öküz soliterinin başçığı və boyuncuğu çıxır. Birinci başçıq çıxır, onun ardınca da boyuncuq çıxır. Deməli, ən qoca orqanı hansıdır? Birinci inkişaf eləyən, finnadan birinci inkişaf eləyər hansı? Başçıq və boyuncuq. Bəs desə ki, ən qoca hissə hansıdır? Buğumlar, sonda yerləşən buğumlar. Yaxşı, bəs ən cavan buğum hansıdır? Deyəcək ki, boyuna yaxın olan buğum. Bilirsiniz niyə? Çünki cavan buğum, görürsünüz, bax, şəkilə fikir verin, bu hissələri yekə göstərib, amma buranı balaca göstərib. Yəni, tutaq ki, başçığı, boyuncuğu, yeni buğumlar deyir, boyuncuğun sonunda əmələ gəlir. Başçıq, boyuncuq. Yeni, tutaq ki, başçıq, boyuncuq. Yeni buğumlar, bax, başlayır burada yavaş-yavaş. Bax, bu buğum getdikcə bu buğumlar yaşlaşırlar. Baxın, ən yaşlı hissəsi başçığıdır, boyuncuğudur. Ən cavan buğum isə boyuncuğun sonunda əmələ gələn ilk buğumdur. Yəni, buradan inkişaf eləyə gedir. Qopur yenidən. Ən qoca orqan hansı oldu? Başçıq və boyuncuq. Və boyuna yaxın olan buğum ən cavan buğumdur. Uzunluğu 4-10 metrə çatır. Parazit həyat tərzi keçirdir və insanın nazik bağırsağında yaşayır deyirik. Deməli, Ağplanariya dedik, yırtıcıdır. Yenə də qeyd edeyim ki, bax, bu oldu xarici quruluşlar haqqında məlumat verdim sizə. İndi, müəllimlər, bunların həyat dövriyyələrinə keçsək əgər, məsəl üçün deyirik ki, bunlarda qidalanmanı belə izah elədim ki, deməli, qidalanması həzm sistemi dedik ki, bunların həzm sistemi, yastı qurtların həzm sistemi dedik ki, bunlarda da 2 istiqamətli həzm, artıq sistem var bunlarda, 2 istiqamətlidir, yəni anal dəliyi yoxdur, arxa bağırsaq yoxdur, İlk dəfə olaraq bağırsaq əmələ gəlib və bağırsaq kör şaxəlidir. Yəni, bağırsağın arxa bağırsaq olmadığına görə anal dəliyi yoxdur. Bağırsaq şaxələnib və bağırsağın dəfələrlə şaxələnməsi qurdun bədənində həzm məhsullarının paylanmasına sanlaşdırır. Bağırsağı da 3 şaxəlidir. 1 şaxə önə, 2-si arxaya. Qida düşür ağza, ağız bədənin orta hissəsində yerləşir. Ağızdan udlağa, udlaqdan bağırsağa, təzədən bağırsaqdan ağıza qayıdır. Deməli, ağız, uzun udlaq, bağırsaq, ağız. Görürsünüz, 2 istiqamətli həzm sistemi var və həzm sistemi xarici mühitə bir dəlikdən açılır, ağız. Ağız həm qidanın udulmasında, həm də həzm olunmayan qida qalıqlarının bədəndən kənarlaşdırılmasında iştirak edir, deyirik. Daha sonra deyirik ki, deməli, bunlarda, məsəl üçün, özə dedik, ağplanari yırtıcıdır dedik və 2 istiqamətli həzm sistemi dedik. Bunlardan bir də, müəllimlər, eyni şeyə də aiddir. Yəni, baxın, qaraciyər sorusuna da aiddir. Qaraciyər sorusunda bir dənə fərqli odur ki, onda 2 bağırsaq deyəcəksiniz. Baxın, ağplanarinin 1 bağırsağı var, qaraciyər sorusunun 2 bağırsağı var. Fərqi budur. Qalan şeylər eynidir.
Bir də lent şəkilli qurdların həzm sistemi yoxdur. Lent şəkilli qurdların həzm sistemi yoxdur və qurd insanın nazik bağırsağında yaşayır və bağırsaqda həll olan qida maddələrini bütün bədən səthi ilə sovurur. Biz bilirik ki, insanın nazik bağırsağında artıq orada bağırsaq fermentlərinin təsirindən qida həzm olunub, soğurulur da, hazır qida olur. Ona görə həzm sisteminə ehtiyac yoxdur. Ona görə də lent şəkilli qurdlar nazik bağırsaqda olan hazır qidanı soğururlar, onunla qidalanırlar deyirik. Qaraciyər sorusudur, lent şəkilli qurdlar öküz soliteridir, exnikokdur. Bunlar və eyni zamanda qeyd eləyək ki, bu qaraciyər sorusunun və lent şəkilli qurdların hiss orqanları da yoxdur. Amma ağ planarinin gördünüz, hiss orqanları var. 2 dənə gözü var, 2 dənə də lamizə çıxıntısı var. Lakin parazit qurdların parazit həyat tərzi keçirtməklə əlaqədar olaraq hiss orqanları yoxdur. Lent şəkilli qurdun hətta həzm sistemi də yoxdur. Lent şəkilli qurdların həzm sistemi də yoxdur, hiss orqanları da yoxdur. Yadınızdadır, sizdən makro təkamülü keçəndə orada degenerasiya var idi, təkamülün yolları. Orada aramorfoz, idioadaptasiya, ümumi degenerasiya. Ümumi degenerasiyada hətta biz lent şəkilli qurdların öküz soliterinin adını çəkmişdik ki, bədəni sadələşib, həzm sistemi yoxdur, sinir sistemi zəif inkişaf edib, hiss orqanları yoxdur. Buna baxmayaraq çoxalma qabiliyyəti yüksək inkişaf edibdir. Sahibinin bədəninə yapışmaq üçün sormacılar, qarmaqlar əmələ gəlib və bu onu tənəzzülə aparır. Üzr istəyirəm, tənəzzülə yox, tərəqqiyə aparır. Yəni tərəqqinin yolları idi da, idioadaptasiya, aramorfoz, ümumi degenerasiya. Bax, orada misal çəkmişdik, yadınızda etsə. Deməli, lent şəkilli qurdların həzm sistemi yoxdur, hazır qidanı bütün bədən səthi ilə soğurur və sorucu qurdların, lent şəkilli qurdların deyirik ki, hiss orqanları yoxdur. Amma yapışma orqanı olan, məsəl üçün, qaraciyər sorusunda 2 sormac var, ağız və qarın sormacı, lent şəkilli qurdlarında 4 dənə sormacı var və öküz solterində 4 sormac, exnikoqun da 4 sormacı və əzələli 2 qarmağı var deyirik. Bir də yeri gəlmişkən bir şey də deyim müəllimlər. Bu parazit qurdlar yadınızdadır. Məsəl üçün, bax, müəllimləri demək olar ki, əksəriyyəti o testə gələndə o sualı verirlər mənə. Məsəl üçün, deyir ki, parazit qurdların əzələ fəaliyyətinə sərf olunan enerji dedikdə hansı enerji nəzərdə tutulur? Parazit qurdların əzələ fəaliyyətinə sərf olunan enerji hansıdır? Müəllimlər, baxın, mən sizlə biokimiyanı keçəndə orada energetik mübadiləni keçmişdik. Energetik mübadilənin 3 mərhələsi var idi. Hazırlıq, glikoliz, bir də oksigenli. Hazırlıq mərhələsi həzm kanalında gedirdi. Burada ATF enerjisi əmələ gəlmirdi, az miqdarda istilik ayrılırdı. Yəni polimer birləşmələr monomerlərə parçalanırdı. Sonra glikolizdə demişdik, yəni glikoz şəkər demək idi. Natamam anaerob parçalanmada, oksigensiz parçalanmada deyirdi. Üçüncü isə oksigenli parçalanma idi. İndi baxın, aerob parçalanma və yaxud da. Yadınızdadır, mən demişdim ki, hansı heyvanlarda bu energetik mübadilənin yalnız 2 mərhələsinə rast gəlinir? Demişdik, parazit qurdlarda. Çünki parazit qurdlarda hətta sitologiyada demişdim ki, mitoxondri var, amma fəaliyyət göstərmir. Yadınızdadır, müəllimlər? Demişdik, mitoxondri var, amma fəaliyyət göstərmir. Parazit qurdlar. Çünki onlar insanın nazik bağırsağında yaşayır bir qismi. Yəni, ümumiyyətlə, daxili orqanda yaşadığına görə oksigensiz anaerob mühitdə yaşayırlar. Buna görə də onların mitoxondrisi var, amma fəaliyyət göstərmir. Ona görə energetik mübadilənin oksigenli mərhələsində bunlarda rast gəlinmir. Ancaq hazırlıq mərhələsi olur, bir də oksigensiz mərhələ, yəni natamam mərhələ olur. Ona görə də sual olunsa ki, parazit qurdların əzələ fəaliyyətinə sərf olunan enerji dedikdə, bu ikinci mərhələ var, glikoliz nəticəsində, yəni oksigensiz parçalanma nəticəsində əmələ gələn ATF enerjisindən söhbət gedir. Glikoliz mərhələsində əmələ gələn ATF enerjisindən söhbət gedir deyirik. Yəni, bunlar natamam parçalanmaya məruz qaldıqlarına görə, bunlar da oksigensiz müddət yaşadıqlarına görə energetik mübadilənin yalnız 2 mərhələsi var. Hazırlıq, bir də glikoliz, yəni natamam, oksigensiz, anaerob parçalanma və parazit qurdların əzələ fəaliyyətinə sərf olunan enerji glikoliz nəticəsində, yəni oksigensiz parçalanma nəticəsində əmələ gələn ATF enerjisidir deyirik. Və bu heyvanlarda mitoxondri var, lakin neynəmir? Fəaliyyət göstərmir deyirik. Demək, müəllimlər, ifrazat sistemi dedik ki, ilk dəfə olaraq protonefridional tipli ifrazat sistemi bunlarda əmələ gəlib dedik. Yəni, ulduza bənzər ifrazat sistemi. Yenə də deyirəm, protonefrit, nefron,
Pro, ilk birinci nefridir. Quruluşu nədən ibarətdir? Baxın, quruluşunda deyirik ki, bax burada şəkildə də göstərilibdir. Bax burada şəkildə var. İndi bir də bunu çəkim də göstərim mən. Bax deyir ki, müəllimlər bu bədənin yanları, tutaq ki, bu ağ planarinin təsviri olsun, bax belə. Bədənin yanlarında yerləşən 2 dənə ifrazat borusu, baxın. Onlardan çıxan kanalcıqlar, yəni kapilyarlar və onların ucunda yerləşən ulduza bənzər hüceyrələr, baxın. Bu da olsun ulduza bənzər hüceyrə. İndi necə gedir proses? Deyir ki, bu ulduza bənzər hüceyrələr bədəndəki lazımsız maddələri toplayaraq axıdır kapilyarlara, borular vasitəsilə deyir, bədənin istənilən yerindən xarici mühitə çıxarılır. Görürsünüz, sidik qovuğu yoxdur. İfrazat qovuğu yoxdur. Deməli, nə oldu? 2 dənə ifrazat borusu, onlardan çıxan kanalcıqlar və yaxud da kapilyarlar və onların ucunda yerləşən ulduza bənzər hüceyrələr, baxın. Bu ulduza bənzər hüceyrələr bədəndə olan lazımsız məhsulları toplayırlar, gətirirlər kanallara, onlar borulara, borulardan da bədənin istənilən yerindən xaric olur. Deməli, ifrazat qovuğu yoxdur. Sidik dəliyi yoxdur. İlk dəfə olaraq sidik dəliyi, ifrazat qovuğu qaraciyər sorusunda əmələ gəlib. Yəni, ilk dəfə qaraciyər sorusunu götürəcək ki, təkamül nəticəsində də ilk dəfə orada sidik qovuğu qaraciyər sorusunda. Qaraciyər sorusu həzmdə bir o fərq oldu ki, onda 2 bağırsaqdır. İfrazatda da o fərq oldu ki, əsas toplayıcı borular qurdun arxa hissəsində birləşərək, məsələn, burada deyirik bədənin istənilən yerindən. Amma qaraciyər sorusunda əsas toplayıcı borular qurdun arxa hissəsindən birləşərək sidik qovuğu ilə xarici mühitə çıxarılır, deyirik. Sonra çatırıq sinir sisteminə. Dedik, sinir sistemi sütunlu sinir sistemidir. Baxın, sütunlu. Niyə sütunlu sinir sistemidir? Mən bir dənə şəklini çəkim. Deyir, bədənin yanlarında yerləşən 2 dənə sinir sütunu. Bu bədənin ön tərəfində 2 dənə sinir düyünü, onlardan çıxan 2 sinir sütunu və onları birləşdirən sinir atmaları. Nərdivanı oxşuyur, baxın. Deməli, 2 dənə sinir düyünü, 1-2. 1-2. 2 dənə sinir sütunu və onları birləşdirən sinir atmaları. Qaraciyər sorusunda da eyni şeydir. Sadəcə olaraq qaraciyər sorusunda 2 sinir sütunu yox, 3 dənə sinir sütunu var. Baxın, belə. 3 sinir sütunu. Fərqi budur. Sütunlu sinir sistemi. Led şəkilli qurdlarda da deyir ki, zəif, sinir sistemi çox zəif inkişaf edib. Bunu deyir. Və nə qaraciyər sorusunda hiss orqanı yoxdur, nə də led şəkilli qurdlarda hiss orqanı yoxdur deyirik. Və PDF-də də bunu qeyd edib ki, hiss orqanı yoxdur. Çoxalmasına çatanda deyirik ki, çoxalması axplanari hermafroditdir və mayalanma da çarpaz gedir. İlk dəfə olaraq cinsiyyət sistemi əmələ gəlib. Cinsiyyət sistemini necə deyirik? Deyirik ki, cinsiyyət sisteminə aiddir nə? Bədənin yanlarında yerləşən, fikir verin, şəkildə də göstərib bunu açıq şəkildə. Baxın, deməli, burada yoxdur. Bu şəkildə var. Deməli, deyirik ki, hermafrodit nümayəndəsi axplanaridir, amma çarpaz mayalanır. Deməli, sorucu qurdlarla led şəkilli qurdlar isə hermafrodit olsa da çarpaz mayalanmır. Özlərini mayalandırır. Bu istisna haldır. Bax, hidraya dedik, hermafroditli çarpaz mayalanır. Axplanariya dedik, hermafroditli çarpaz mayalanır. Lakin sorucu qurdlarla led şəkilli qurdlar çarpaz mayalanmır. Özlərini mayalandırır, deyirik. Və inkişafları, planarinin inkişafı düzünədir. Digər sorucu qurdlar, qaraciyər sorusu ilə led şəkilli qurdlar, öküz soliteri, dələvə rexnikoku dolayıdır. Görürsünüz, onlarda sürfə mərhələsi var. İndi baxın, axplanarinin çoxalmasına baxaq. Deyirik, planarinin bədəninin ön tərəfində oval formalı 2 yumurtalıq var. Baxın, bu 1, bu da 2. Burada qırmızı ilə göstərilən, fikir verin. Bədənin ön tərəfində oval formalı 2 ədəd yumurtalıq və qovuqcuq formalı çoxlu toxumluq. Bax, bunlar da düşür testlərə. Bax, buna baxın, qovuqcuq. Bədənin önündə, bax, bu 2 dənə yumurtalıqdır və yumurtalıqdan yumurta borusu çıxır. Şəkilə diqqətlə baxsaz görəcəksiniz, müəllimlər. Bir dəqiqə buna baxın. Deməli, bədənin ön tərəfində 2 ədəd yumurtalıq nə formalıdır? Baxın, qovuqcuq şəkilli 2 yumurtalıq. Yumurtalıqdan 2 dənə yumurta borusu çıxdı və üzr istəyirəm, oval formalı 2 yumurtalıq, oval formalı.
oval formalı 2 yumurtalıq və qovuqcuq şəkilli çoxlu toxumluq. Qovuqcuq da baxın bu formada 2 toxumluqdur və tək axarla xarici mühitə çıxarılır. Yumurtalığın hər birinin axarı ayrıdır. Baxın 2 yumurtalıq oval formalı 2 yumurta borusu. Amma qovuqcuq şəkilli çoxlu toxumluq və tək axarla xarici mühitə çıxarılır. Mayalanma hermafroditdir. Mayalanma çarpaz gedir. Yəni bir fərdin yumurtalığı digər fərdin toxumluğu ilə spermatozoidləri bir fərdin yumurtalığına gəlir, yumurta hüceyrəsini mayalandırır. Və mayalanmış yumurtaları belə deyək də xaricə tək-tək qoymur. Seliklə əhatə olunmuş topa şəklində qoyur. Bu da var testlərdə. Deməli ağ planari mayalanmış yumurtaları xaricə tək-tək deyil, deməli seliklə əhatə olunmuş topa şəklində qoyur deyirik. Lakin qaraciyər sorusu ilə öküz soliteri, yəni leçəkilli qurtlarla deməli sorucu qurtlarda biz deyirik ki, bunlarda hermafrodit olsalar da çarpaz mayalanmırlar, özlərini mayalandırırlar və bunların inkişaf sikli isə zaten inşallah mən bundan sonra keçəcəm. Bax müəllimlər, bura qədər oxuyursunuz və bura qədər də izah elədim. Tənəffüs sistemi yoxdur, tənəffüs bütün bədən səthi ilə gedir, qan damar sistemi yoxdur. Bunlar isə artıq tənəffüs sistemi də, qan damar sistemi də və ilk dəfə olaraq qapalı qan damar sistemi həlqəvi qurtlarda əmələ gələcək deyirik. İndi bir şey də deyim müəllimə. Bax, epidemiologiyanı saxlamışdım da. Epidemiologiyanın bir hissəsini gördünüz, bir hüceyrələri keçəndə orada keçdik. Yəni, bir hüceyrələrin törətdiyi xəstəliklər. Orada dedik. Bir hissə bax buradadır. Bu Hipokrat falan, bax bunlar buradadır. Bax budur, görürsünüz, epidemiologiyadır bura. Bax burada ver, bax bu da epidemiologiyadır. İndi yavaş-yavaş vaxt gəldikcə, yəni bütün hissələrdə onları sizə deyəcəm. Yerdə qalanlar isə inşallah gələn dəfə üçün Allah qoysa, bu da sap qurtlardır. Yəni axırda sap qurtdur. İnşallah gələn dəfə yassı qurtların ardı və sap qurtları da gələn dəfə izah edərəm. Amma bundan əvvəl, izaha keçməmişdən əvvəl sual-cavab eləmək istəyirəm sonra. Yəni, necə deyirəm də, həlqəvi qurtlara qədər istəyirəm keçim, sonra bir yerdə sual-cavab eləyim və yaxud da elə bir dəfə sual-cavaba vaxt ayırarıq, sonra ardını keçərəm. Gəlin belə eləyək də, bugün 4-cü gündür. Demək, həftənin bazar gününə qədər siz bunları oxuyun, zəhmət olmasa. Ya hamı qoşula bilirsə, mən qoy dərsini saxlayayım sonra. Müəllimlər, mövzuya aid sualınız varsa buyurun. Yoxdursa dərsi saxlayayım, sonra söhbətimizi davam edək. Mövzuya aid sualınız varmı? Yox, Tanrı, məndən yaxşı. Yaxşı. Onda müəllim